Hər kəsə salam, yəni Telegram üstündən gedən bu canlını və kimlər də qoşulmaq istəyirsə belə canlılarımıza bizim Telegram qrupumuza qatıla bilərlər. Linklər videoların açıqlama qismində var. İndi bugün işləyəcəyim 20 sınağın birinci ixtisas qrupu üçün olan 10-cu sınağıdır. Burada da mövzuatlarını görürsünüz ki, ölçmə də statikanın elementləridir, çoxluqlar birləşmələr nəzəriyyəsinin və ehtimal nəzəriyyəsinin elementləridir, komplekslərdə fırlama cisimləri və onların səthi və həcmi. Bismillah deyib başlayaq. Birinci sual bizdə olacaq kompleks ədədlərlə bağlı. Bizdən tələb olunan nədir? Bir yana onu başa düşməyə çalışaq. Kitabın özü də məndə buradadır, fiziki forması ki, Allahın şiddən tərsə də olar, oxunmaz oradan oxuyarım. İ xəyali ədəddir. Xəyali ədəd də nədir? Onu başa düşməyə çalışaq. İ dediyimiz ədəd kökdə -1-ə, yəni bərabər, ekvivalent bir dəyər ifadə edə bilirəm. Onsuz da bizdə kompleks ədəd dediyimiz meydan, kompleks ədədlər meydanı, burada imaginary, yəni xəyali, bunun təpəsi yoxdur. Və burada da real, yəni həqiqi olan oxun, belə deyək ki, əhatələnmiş formasıdır. Bu vəziyyətdə daha kiçik olanı mötərizə xaricinə çıxardım mən çox vaxt. 2 çıxılmış i, 2 üstə gəlmiş i, üstündə bizim olacaq 3, bir də 2 üstə gəlmiş i. İndi buradan bir şey görə bilirik ki, məsələn deyirəm də, A üstə gəlmiş B, A çıxılmış B-dir bu. Alınacaq bizdə 2-nin kvadratı 4, çıxılmış i-nin kvadratı. Yaxşı, i-nin kvadratı nədir? I-nin kvadratını alsaq, kök bir-birinə aparacaq, -1 qalacaq. Normalda məsələn məktəbdə çox vaxt deyirlər ki, adı nə idi onun? Kökün içərisi mənfi ola bilmir, gül kimi də mənfi olur, kompleks çıxır orada. Yəni bunun yerinə avtomatik -1 qoyanda bizdə alınacaq 4 üstə gəlmiş 1. O da 5 eləyir də. Kubu, burada da 2 üstə gəlmiş i qalır. 125, orada da vuranda 250 üstə gəlmiş bu D variantı. Yəqin ki, asan. İndi gəldik ikinci suala. İkinci sualda bizdən tələb olunan budur ki, deyir ki, ifadəsini sadələşdirin. Burada indi balaca bir detaldan başlayaq. Bayaq da dedik ki, i bərabərdir bizdə, kökdə -1-dir. i-nin kvadratı bərabərdir bizdə, -1-dir. İndi i-nin kubu, i-nin kvadratının i-yə vurulmuşu deyə -i alınır. i üstündə 4-də də belə bir dənə vəziyyət var. Bunun kvadratı deyə bu da 1 eləyir. Yəni bu vəziyyəti biz kvadrata qaldıraq, 1 eləyəcək. Yəni bura qədər məncə problemimiz yoxdur. Düzdürmü? Bundan sonra da i-yə vuranda onsuz da təzədən bu alınır. Yəni belə çıxır ki, 4-də qalıqları nədirsə də bunun avtomatik olaraq biz onlarla işləyəcəyik. İfadə edə bilirəm. Çünki fikirləşin ki, i üstündə 5 təzədən onsuz da 1-i niyə vurulmuşudur? Bu i-dir. Sonra i üstündə 6, i üstündə 5-i niyə vurulmuşdur? Təzədən bu əmələ gələcək və sair və axır belə də gedir. İndi buradakı vəziyyətə baxanda bizdə yəni 8 vurulmuş i üstündə 1-dir. Çünki 4-də qalığı ilə işləyirik. Üstə gəlmiş 5 vurulmuş i üstündə 3-dür. Yəni onsuz da 5-ə qalıq, 4-də qalığı yəni də i-dir. İndi bunu açanda 8i bizdə eləyəcək elə 8i. Kubu bu da eləyir mənfi. Deməli 5i. Oradan da eləyir 3i. C variantı. Yəni belə. Gəldik bura. Deyir uyğunluğu müəyyən edin. Danışmaq istəsən danışarsan dostum. Yaxşı. Salam bu arada. İndi burada deyir ki, uyğunluğu müəyyən edin. Ümumiyyətcə məxrəci kompleks vəziyyətdən çıxartmaq lazımdır. Onda bu olacaq da 3 çıxılmış i. Yəni aşağıdan çıxarda bilmək üçün Qauss ədədləri dediyimiz məntiq var bizim. Məsələn deyək də, burada elə bir şəkildə yarada bilərik ki, a kvadrat çıxılmış b kvadratını ala bilirik, düzdür? Onsuz da ki, yəni i-nin kvadratı onsuz da bir tam ədəddir. -1 bir tam ədəd. Salam Banutçe. Mən bəxtimə də internetim yoxa çıxdı, düşünə bilsən ortada. Əsas yerlərə gəlmişsən, hə?
Onsuz da başda kompleks ədədlər zat verir, boş-boş suallar. Burada qoşmasına vuranda aşağısı, yuxarısı olacaq 6 üstə gəlinmiş 2. Hətta bunu yazmağa ehtiyac yox deyə belə saxlayacağam bunu. Burada 2, 3 üstə gəlmiş i. Yuxarı ilə də gedəndə qalacaq. Aya da yazmağa ehtiyac var imiş. Onda olacaq 0.6 üstə gəlinmiş 0.1 i. 0.6 yox 0.2 i. 0.6 üstə gəl 0.2 A variantı. Düz yazdım. Məncə düzdür. İndi yavaş-yavaş belə gedək. Salam, necəsən? Salam ələ, hər vaxtınız xeyir olsun. Siz necəsiniz? Həmd olsun İbrahim. Şəxsi deyilsə bir dənə sual verəcəm sənə. Nə vaxt hiss elədin ki, içində bir otaq var sənin? Nə zaman eləyim? Nə vaxt hiss elədin ki, sənin içində bir otaq var? Otaq var? Bəli. Otaku. Bu sözün mənasını bilmirsən sən? Yox, Necə? bilmirəm mən. Yaponiyada animeyə baxan qaqaşlara deyirlər. Hə, elə. Vay nə. Mən sadəcə baxıram, oxuyuram vəsiyo. Baxırsan, deyirsən ki, vəsiyo da qaqam. Belə bir dəfə gördüm, elə ömrümün axırına qədər getdi. Baxımsan ona bir dənə Molla'nın videosu var. Hə, yox, maraqlı gələnə də baxıram, mənası olana da baxıram. Elə baxıram özüm üçün. Elə dana. İndi dördüncü sual. Buna da aslında burada bilməm fərqli sual var yox. Başlıq əslində yaxşı idi. Mən dedim yəqin ehtimaldan sual çox olar. Ehtimaldan hələ ki sualdan rastlaşmamışıq. Bir dənə aşağıdakı ehtimal demək olarsa belə bir şeydir. Deyir ki, kompleks ədədinin qoşması ilə tərsinin hasili. Bunun qoşması bizdə olacaq 5 minus i, düzdür? Bunun tərsi də ki, 1 bölünmüş budur. Yuxarını aşağını vuranda yəqin ki, adi ədəd istəyir də burada yəqin məndən. Bunu da yuxarıya təzədən vursam, aşağıda alınacaq 25, üstə gəlmiş 1, çıxılmış 1-in qoşmasından. Burada yuxarının kvadratı, bir dəqiqə. Deməli, yuxarıda 25, çıxılmış 10i, 10i, çıxılmış 1, düz dedim. Yəni, bunun kvadratı eləcəkdir. Bunu yuxarıya da aşağıya da vururam belə. Onda orada eləyir 26, burada da eləyir 24, çıxılmış 10i. 13, 12, 5i, B variantı. Düz gəldi yəqin ki. Və məncə problem yoxdur. Kombinezon ümumiyyətcə paylanmadı. Yəni 3 dənə yerdə təkrarsız bunu neçə dəfə paylaya bilərəm? 7, 6, 5-dir. Bu hissə aydındır. Bir də bunun öz içərisində təkrarlı vəziyyəti də budur 3 dənə yerdə. Bununla bu getdi, 35 qaldı. Permutasiya budur ki, 2 dənə yerdə bunların ümumiyyətcə neçə dənə düzülüşü var? 5 dənə yerdən söhbət ki, 5 faktorial eləyəcək, o da 120-dir. Deməli, bunların cəmdə 155 eləyir. Yəni 5, 4, 3, 2, 1. Belə. Allah, bu nədir? Gözlə buradan oxuyum. Deməli, bizdə var x kvadrat minus 6x plus 25. Ekranda olmasa yaxşı. Sıfıra bərabər kvadrat təmliyin kompleks köklərini tapın. Kompleks köklər deyəndə yəqin ki, onda diskriminantı bizdə sıfırdan kiçikdir də, mən elə dərk elədim bunu. Əgər mən düz başa düşürəmsə, onda belə çıxır ki, diskriminantı birinci tapmalıyıq. Diskriminantı birinci tapmalıyıq. Bir dəqiqə, buradan da tapmalılar. Plus minus bunlar bir-birini aparacaq. Bu 8 eləyir. Ola bilməz. Onda budur. Bunların cəmi, köklərin cəmi bizdə 6 eləməlidir. Onda bu olacaq. Bunların bir də hasili lazımdır mənə. Köklərin hasili. Köklərin hasili də belə bir şey eləyəcək də. 3-4 donsuzda bu. B variantıdır. Niyə? Çünki 25-in özü 5-in kvadratıdır. Bu eləyəcək 9, üstə gəlinmiş. O da çıxılmış 16 olmalıdır. Çıxılmış 16-nin kvadratı da üstə gəlmiş 16. Budur. Bu variantdan getmək daha sürətlə ki, diskriminantdan. Onsuz toplayıb çıxmaqsa ikinci tərəf bir-birini ləğv eləyir, mənasızdır. Hansı bərabərlik doğrudur? Oha, bir dəqiqə. Bunu oxuya bilsəm. Deməli, 1 metr, mən bildiyim qədərinə 10 desimetr 100 santimetrdirsə, bunun kvadratında iki tərəfdə kvadrata qalxmalıdır. Deməli, bu düz deyil. Düzdürmü? İndi, sonra deyir ki, 1 desimetrin kubu, mən bildiyim qədərinə 1 litrin elə açılışı budur. Düzdür? Deməli, bu düzdür. Sonra mənə deyir ki, 1 milliqram bərabərdir. 1 milliqram bizdə olacaq 10 üstündə mənfi 3. Milli 10 üstündə mənfi 3'dür. 10 üstündə mənfi 3 qramdır.
10 üstünə mənfi 3 qramdırsa da, deməli kiloda 10 üstü 3-dürsə də, kilonu məhv eləmək üçün bir dənə 10 üstü 3 gəlməliyəmsə, 10 üstü mənfi 6 kiloqram edir. Bu da düzdür. Deməli 2-3-yə variant. Düzdür? Banuçi, arada şeylə də bir səs ver. Bilməm axı düzdür, səhvdir. Düz yazdım. Ha, düzdür. Təşəkkür edirəm. Xay ver də. Binomial əmsalları cəmi 256. Ya buradan bir dənə isbat gedək, ondan sonra gəlir binomial əmsallarına. Burada bir dənə sualın özünü təmiz oxuyum mən başıma. Binomun ən böyük, tamam aydın. Deməli onsuz da biz bir şey bilirik ki, A üstə gəlmiş B varsa, düzdür. Bunu n-ə yazmaq, onsuz da A üstə gəlmiş B-ni n sayda təkrarlamaq da, düzdür. Onda mən ixtiyari vəziyyətdə n sayda seçmə aparanda və bu iki vəziyyətə ayırsam, yəni seçməni, bunu deyim ki, n1, ya bu tərəfə də deyim n2. Ya onda belə çıxır ki, n1 üstə gəlmiş n2 məndə n uzunluğu verir, düzdür? Məntiqlidir də. İndi İbrahim, mən sizə sual verirəm, dostum. Yəni, hər dəfə biz bunların içərisindən birini seçə-seçə qoyacağıq da bura. Razısan, qaqa? Razıyam. Sən buradan A-nı seçmişsən, buradadır. Onda belə çıxır ki, sənin həmişə A üstündə n üstü 1 vurulmuş, B üstündə n üstü 2 var. Bundan da razısan? Bəli. Bəli. İndi bunların öz arasındakı yer dəyişməsi də var axı bizdə. Yəni mən bilirəm ki, məsələn 3 dənə də nümunə göstərək. A, AB seçmişəmsə, yəni birinci A, ikinci A, üçüncü B. Mən birinci A, ikinci B, üçüncü A da seçmiş ola bilərdim. Birinci B, ikinci A, üçüncü A da seçmiş ola bilərdim. Yəni əslində qalanda bu görüntü etibarı ilə baxdığımız vəziyyətlərdə fərqli hallar olsa da mən 3 dənə eyni şeyi seçmişəm, düzdür? Onda belə çıxır ki, mənim n dənə seçməli olduğum yerdə n dənə n1 dənə öz arasında məndə yer dəyişmə var. Yəni burada n faktorial onsuz bu uzun yazmayacağım. N faktorial n dənənin özünün yerləşdirə biləcəyim element sayıdır. Mən burada n1 sayda, n1 faktorial sayda, yəni birinci elementdə yer dəyişmə apara bilirəm. n2 faktorial sayda da ikinci elementdə yer dəyişmə apara bilirəm. Bundan da razıyıq da? Bəli. Bəli. İndi burada bir dənə də yüngülvari belə bir dəyişiklik də eləyə bilərik. n1-dən n2-ni cəmi eləyir deyə n faktorial, burada n1 faktorial, burada n çıxılmış n1 faktorial da yaza bilərik. O da bərabər burada belə də eləyə bilərik ki, n2 faktorial, n çıxılmış n2 faktorial. Buradan onu da isbat elədik ki, əgər 2 ədədin cəmi budursa da, onda kombinezon bizdə n-dən n1 faktoriala yazılır. Kombinezon n-dən n2. Deməli, bunun qabağındakı kombinezon n-dən n1-ə və yaxud kombinezon n-dən n2-yə. Yəni, fərq eləmir, hansı olsun. İndi, Müşfiq, danışmaq istəsən, danışarsan, dostum. Yəni, bunu başa düşdük. Burada bir problemimiz yoxdur. Bunu eləyək. Nəsə, niyə elə oldu, onu da bilmədik. Yəni, bunu başa düşdük ki, bizdə budur. İndi, bu əslində qalanda binomial paylanmaya qədər gəlib çıxır. Allah qoysa, indi bu dəqiqə data-mata deyirlər. Universitetə getsəz, data ilə məşğul olsaz, bu şeyi çox görəsiniz. Yəni, bizdə əslində qalanda cəm i bərabərdir. Bizdə 0-dan n-ə, avtomatik olaraq kombinezon n-dən i-yə, burada deyək A üstündə i, B üstündə n çıxılmış i-də. Belə bir paylanmamız gedir də. A üstə gəlmiş B üstündə n-in açılışı budur. Yəni, birbaşa budur. Məsələ buradadır ki, biz məsəl üçün deyirəm də, A-ya da B-yə də 1 qoysaq, yəni yerinə 1 qoysaq, avtomatik olaraq aldığımız bu olur ki, kombinezon cəmlərindən söhbət gedir. 0-dan n-ə vurulmuş i, avtomatik olaraq yəni bunlar 1-ə getdi. Burada 2 üstündə n qalır. Və bu nə deməkdir? Bizim n elementdə əgər bir çoxluğumuz varsa, hansı ki buna da bir böyük A çoxluğu deyəcəm mən, ki n A-ya biz demişdik ki, n elementli bir çoxluqdur. Belə çıxır ki, bunun seçilə biləcək özü qarışıq alt çoxluqlarının sayı, yəni bax bunların hamısına biz belə deyək ki, A üstü xətti deyək, hansı ki, AK-lar deyək. AK-ların hər biri ya içindədir, özünə bərabərdir, ya da A-nın. Yəni, çünki bununla bunun arasında bir fərq var bizdə. Məsələn, bununla bunun arasında fərq var. Siz bunu deyəndə, bu deməkdir ki, A var, AK onun içində yoxdur. Üstdən, AK ona bərabər deyil, ondan balaca qalıb. Amma bunu deyəndə siz deyirsiniz ki, AK A-nın içindədir. Bunu məsələn, Azərbaycanda riyaziyyat kitablarının çoxsunda mən qarışdırıldığını fikir verirəm çox vaxt. Yəni, məsələn, belə yazanda da deyirlər ki, AK A-nın alt çoxluğu deyil. Alt çoxluqların hamısı deyəndə bunu nəzərdə tuturuq hətta biz. Özü və alt çoxluqları, o da boş çoxluğu da sayırıq. Boş çoxluq bütün hamısının alt çoxluğu. Bir çoxluq özü-özünün alt çoxluğu ola bilmir. Bir çoxluq özü-özünün bərabər çoxluğudur.
Yəni yer dəyişmə halları onsuz da çoxluğun özünü yaradır. İndi yəni bu buna oxşuyur da 5 kiçikdir 6 deyə bilərik. Amma 5 kiçikdir 5 deyə bilməzsən, amma 5 kiçik bərabərdir 5 deyə bilərsən. Eyni vəziyyət, situasiya eynidir. Allah qoysa diskret riyaziyyatda universiteti görəcəyik. İndi bunu gördük. Yəni bura qədərin hamısını başa düşdük də müəyyən qədər. Binomial paylanmada da nədir? Bizdə o Bernoulli təcrübəsi var. Müşfiq danışmaq istəyirsən dostum? Ondan səs yoxdur. Banu bizdə deyirdi, əgər Q varsa, bir də P var da bizdə. Bunların cəmi həmişə 1-ə bərabərdir. Onda belə yaza bilərdik ki, Q bərabərdir bizdə 1 çıxılmış P, düzdür? Onda biz orada Bernoulli paylanmasına nə deyirdik? Bernoulli paylanması bizdə belə idi ki, binomial paylanmada. Deyirdik ki, biz kombinezon N-dən I-yə, P üstündə I, 1 çıxılmış P, yəni ya da Q yazırlar birbaşa buna, N çıxılmış I. Yəni əslində eyni düstur. Bilə eyni düstur. İbrahim bunu bilirdin dostum. O ehtimaldakı bütün hamısı əslində alıb bir dənə bunun açılışıymış. Yox müəllim, qeyd götürdüm zaten danışa. Bu çox maraqlı bir şeydir əslində qalanda ki, bu iki düsturu əlaqələndirə bilmək çox şah, amma yəni dəhşət bir şeydir. İkisi də eynidir. Və bunun daha maraqlısı bilirsiniz nədir? Cəmlənmələr bizdə inteqralı yaradır deyə, bunun əgər ki davamlı hesablanması varsa, fikirləş ki, sən deyirsən hadisə sıfırdan bura qədər, cəmləmə yerinə riyaziyyatda biz onu götürüb bunu ehtimalla, inteqralla əvəzləyirik. Onsuz da integral nə deməkdir? Bizdə məsəl üçün deyirəm də çox kiçik bir delta x kəsiyi götürürük aşağıda. İzah edə bilərəm nə demək istəyirəm. Bu çox kiçik delta x kəsiyinə uyğun gələn bizdə fx-ləri götürürük. Məsələn, bu x1, x2, x3 olsun. Onda biz orada deyirik ki, cəmlənmədə bizdə əmələ gələn bu olurdu ki, x bu i bərabərdir bizdə. Birdən də yazma olar, fərq eləmir. N-ə qədər, n də bizdə onsuz da limitdə sonsuzluğa gedir. N gedir bizdə sonsuzluğa. Yəni sonsuz sayda kiçik kəsiklər var bu aralıqda. İfadə edə bilirəm. F x i-lərdən söhbət gedir. Yəni bizim bu x i-lərimiz var ki, vurulmuş. Hər birinin aşağısını eyni balaca bu hissə ilə götürdüyümüzə görə buna. Yəni bunların cəmləri, onsuz da hamısının balaca bir dənə kəsik burada götürmüşük. Ona uyğun gələn bir dənə də hündürlük var. Düz cağlılar da bunlar. Bu düz cağlıların cəmi bizdə bunu bu cür yazırıq. Biz integral, yəni belə deyək, qeyri-məhdud oblastdan söhbət gedirsə, bu birdən də yazmaya bilərsə fərqlənmir. Yəni x-i də işarə eləmişik. İntegral deyirsiniz ki, fx dx. Bunların arasındakı fərq budur. dx deyəndə konkret balaca bir kəsik götürürük biz. Delta x deyəndə o demək ki, hesablama üçün istifadə oluna biləcək hər hansı bir kəsikdir bu. Yəni bunun qiyməti dəyişə bilir, bunun qiyməti dəyişmir. Yəni dx deyəndə götürə biləcəyimiz ən kiçiyi götürürük, amma delta x deyəndə o demək ki, sən beynində nə ədəd tutsan, ondan da balaca bir ədədlə əvəzləyə bilərsən onu. Fikri çatdıra bilirəm. Bunu mən daha balaca bir ədədlə əvəzləməyim, daha böyük belə deyək ki, saya gətirib çıxar. Daha böyük say, daha dəqiq hesabat gətirir. Məsələn, nümunəni belə də vermək olardı ki, ayda n-də vurmuşam 100%. Gözlə. Allah, neçənci səhifədir bu 40 neçədir. N-də də idi əlim. Allah mənim əlimi xarab eləməsin. 45-ci səhifə yazım. İnşallah ki, düz yerə düşərik. Bir dəqiqə. 12-ci. 11. Buralardayıq. Nəysə. Burada nəyi demək istəyirəm? Nəyi deyəcəyəm? Əstağfurullah və tövələ. Deməli, bizim bir inteqralımız varsa, fikirləşin ki, bu belə. Əgər mən bu kəsiyi daha böyük götürmüş olsam, burada ya yuxarıdan bunu məhdud götürməliyəm ki, birinci kəsiyi bu şəkildə götürüm. Buna biz deyirik ki, belə ifadə eləyək də, ya Dirichlet'in cəmlərində baxmalıyıq, ya da Riemannın. Yəni, Dirichlet fikirləşin ki, eyni şeyə iki vəziyyətdə baxıblar. Yəni, biri götürüb, qayıdıb deyib ki, əgər mənim belə bir pozisiyon varsa, içərdən hesablamalıyam mən bunu. Götürüb o bunları cəmləyir. O biri götürüb çöldən cəmləyir. Darbu götürüb ortasını cəmləyir. Yəni, darbu belə bir vəziyyət görəndə deyib ki, bunların ortasındakı xətt hardadırsa da, bu xəttdən, buradan bir dənə cəmləməni aparıb. Yəni, biraz içərdə, biraz çöldə qalıb onun tənzimləməsini gətirib. İfadə edə bilirəm. Yəni, bugün universitetdə keçirilən əslən halda darbu cəmidir. Yəni, bu daha effektivdir. Amma bir dənə şeyə fikir verin ki, bu balacalaşdıqca bu kəsik, yəni delta dediyimiz kəsikdən söhbət gedir. Bu balacalaşdıqca bunların hamısı bir dənə nöqtəyə gəlib çıxıb. O nöqtədə də sanki tel-tel birləşdirirsən bunları. Yəni, bunun mənası budur, fiziki mənası da budur, həndəsi mənası da, bütün mənaları odur elə. Amma universitetə görəsiniz ki, yetmir. Yəni, Riemann mənada integral ümumiyyətcə ehtimalları hesablamağa yetmir. Məcburuq biz orada stikles deyiləm, metoddan istifadə edək. Ondan sonra da itokalkulusa keçəcək. Allah qoysa, inşallah
Kimlər məndən universitetdə dərs alacaqsa, onu bəlkə də mən tədris eləyəcəm aramızda bəziləri. Gəldik bura. İşlədirlərdi biz. Necə? Nə deyə metod işlədirlərdi biz? Stateless. Stateless. Məsələn, Lebesgue inteqralları var. Biz Lebesgue inteqrallarından da istifadə edirik, amma ehtimalların hesablanmasında Lebesgue belə deyək ki, Lebesgue inteqralı bilsən nə cürdür? Bir dənə əmsal verirsən, o əmsalın üstünə hesablayırsan. Amma statelessdə belə bir dənə vəziyyət var. Bizdə əgər ki, diskret hallar varsa, diskret halları normal cəmlənməklə hesablayırlar ehtimalda. Amma diskret hallar deyilsə, continuum vəziyyətlər isə biz onu inteqralla hesablayırıq. Adam götürüb bir metod verib ki, eyni vaxtda həm cəm, həm inteqralı hesablamaq olsun. Yəni mən suala baxıb həll fikirləşmirəm. Bir həllə girirəm, orada cavab özü çıxır. İzah edə bilirəm nə demək istəyirəm fikrimi. Yəni biraz belə qəribə gəlir. Məncə Stateless oxunmalıdır. Mən bildiyim qədərilə alman dərsli. Çünki S-də birlikdə S kimi oxunmur, Ş kimi oxunur. Amma Azərbaycanda 10 nəfərdən 9 onu Stateless kimi oxuyursa, yəni məncə bizdən ağıllı adam var, onlar bilirlər. Binomial əmsalların cəmi, əgər budursa da, onsuz da binomial əmsaldan söhbət gəlsə, bayaq danışdığımız söhbəti gətirə bilərik də. Əgər bunu belə eləmiş olsaydıq, onsuz da bu i bərabərdir bizdə 0-dan n-ə, kombinizon n-dən i-yə, a üstündə i, b üstündə i çıxılmış n. Belə bir vəziyyət alanda, onsuz da mən başdan bilirəm ki, bunlar belə ifadə edeyim də, a üstündə b, bu da yenə sağını yazmışıq. Əgər mən a-nı b-nin ikisini də bir-ilə əvəz eləsəm, ancaq binomial əmsalların cəmi alınacaq da buradan. Birbaşa olaraq bu alınır. i bərabərdir 0-dan n-ə, bu kombinizon n-dən i. Bunun yazılışı nə deməkdir bu işarə? Elə bir ki, for i in range 0-dan n üstə gəlmiş 1-ə. Yəni bunların hamısı ilə giriş eləyib, elə bir kombinizon burada n-dən i hesablayırsınız. N stabil qalıb, başdan vermişsiniz, i-lər dəyişə-dəyişə gelib, bunun hansı samın içərisinə atırsınız, elə fikirləşin. Ya oxunuşu elədir. İndi gəldik bura. O iteration sözündən gəlir o i-nin yazılışı da. Nəysə. Və bunların cəmi deyir 256-dır. Bunların cəmi 256-dırsa, 2 üstündə deməli 8-dən söhbət gəlirsə, n-imin 8 olduğundan əminəm. Əla. İndi bir dənə söhbət var ki, biz bayaqları dedik axı ki, əgər bizdə 2 dənə dəyər varsa, onda belə çıxır ki, n-i bərabərdir n çıxılmış i-yə. Bunlar bir-birinə bərabər olduğuna görə ən böyükdən söhbət gedirsə, deməli məndə tinlərdə simmetriya varsa, ortaya doğru genişlənmə yaranır. Çünki daha kiçik ədədə bölmə getdiyinə görə daha böyük sürət əmələ gəlir yuxarıda. Onda mənim burada 8 dənənin içərisində, 8 dənə 0-dan 8-ə ən böyük dəyər, yəni mərkəz dəyərdən söhbət gedir, avtomatik 4-də qalacaq. Çünki bir dənə fikir verin, yəni bizim burada alacağımız bir bərabərlik halı olmalıdır. Yəni i bərabərdir n çıxılmış i-yə bərabər 100-dən. i bərabərdir n çıxılmış i olmalıdır. Oradan biz tapırıq ki, 2i bərabərdir n, i bərabərdir n bölünmüş 2 vəziyyətindədir. Əgər biz bu hala gəlib çıxa bilməmişiksə də, məsələn, n bərabərdir 9 falan olsaydı, o zaman i burada floor ya da cell götürsə, onsuz da o biri çıxacaq. Yəni, onsuz da bizdə 9-dan 4-ə və ya 9-dan 5-ə eyni şeydir. Onsuz da eyni yerə gəlib çıxacaq. Yəni, mərkəzləşməyə doğru gedirik də yenə də. Burada yəni hesablamalı olduğumuz kombinizon 8-dən 4-dədir. Deməli, 4 dənə yerin içərisində 8, 7, 6, 5. İndi burada içəridə də öz arasındakı yer dəyişməsi 4, 3, 2, 1. Bundan bu getdi, bundan bu getdi. 2 qaldı, 10, 70 variant. İzah edə bildim fikrimi? Məncə, yəni, normalda izah edirəm. İndi gələk bura. Bizdən tələb olunan nədir ki? Deyir ki, sırasının modasını tapmaq lazımdır. Moda bizdə nə idi? Ən çox təkrarlanandır. Bəzən birdən çox modalı olur. Məsələn, bu statistikada çox rastımıza gəlir ki, n modalı deyilən bir anlayış var. Məncə, dimdə elə sual getməyib. Görmüsünüzmü? Mən görməmişəm məncə. Deməli, modamız bizim, moda, olacaq neçə? 7. Məncə düzdür. İndi deyir ki, ədədlər sırasının modası ilə ən böyük fərqi. Ən böyük fərq də ən böyüklə ən kiçiyin fərqi olacaq da. 21 ilə 3-ün fərqi olacaq. 21 minus 3, o da bərabərdir 18. Düz tapdım bunu. Mənə deyir ki, hasilini tap. Bunların axırları 6 ilə qutarmalıdır. İşte budur. Yəqin ki, yəni düz hesabladıq. Deyir ki, A və B çoxluqları üçün, deməli A çoxluğu var və B çoxluğu var. A çoxluğu burada olsun, B çoxluğu burada olsun. A 13, B budur, burada 7 var bizdə. Əla, onda burada 6 var. Gözəl. Mənə deyir ki, bunların ikisinin kəsişməsinin üstünə A-dan
B-nin çıxılmışını gəl. Bir dənə də baxın. Ha, birləşməsinin üstünə, üzürlüsən. Deməli, bunların birləşməsi nə qədər eləyəcək? B-də onsuz da 20 dənəsi var idi. Bunların birləşməsi 26 dənədir, üstə gəlinmiş. A'dan B-nin çıxılmışı 6-da 32 eləyir. A variantı. Düzdür? Keçdik növbətiyə. Bizdən tələb olunan nədir? Ayrılışında əmsalını tapın. Okey. Onsuz da biz bundan əvvəl bir dənə söhbət elədik ki, K, yəni n əmsallıdırsa da onsuz da burada 14 olacaq. Yəni burada. Alınan budur. X üstündə, yəni məsələn deyirəm, bunu əgər ki, i götürsəm, idirsə də vurulmuş 1 bölmüş x üstündə n çıxılmış i olmalıdır. Bunu da əvəzləyəndə biz də bunu ala bilirik ki, kombinezon i-yə x üstündə i, onsuz da bu da yer dəyişməyə gələcək. Üstə gəlinmiş i, çıxılmış n. Okey. Bu ona bərabərdir. Yəni bu 14-dür bu arada. Yəni 2i çıxılmış 14 bərabərdirsə 10-a, i bərabərdir 5, üstə gəlmiş 7, o da bərabərdir 12-yə. Bunu tapdıq. Deyir ki, əmsalını tapın. Əmsalı tapmaq lazımsa bunu hesablamalıyıq. Onda biz kombinezon 14-dən 12-yə, eyni vaxtda kombinezon 14-dən 2-yə bərabərdir. Deməli, 2 dənə yerdə 14, 13 yazırıq. Aşağıda 2-nin 1-ədir. 7-ni biz 13-ə vuranda 91 eləyir ya variantı. Bu da aydındır. Sualı olan olsa deyək. Bu arada nəyə görə götürüb bunu faktorialda açmıram? Yəni, öz mənasında açmaq daha rahat gəlir. Mən onsuz da yenə də bunu eləyəcəksiniz. Neyin istəyirəm, buna gətirəsiniz söhbəti. Yəni, fərqi yoxdur. Götürüb orada 14 faktorial bölü 12 faktorial vurmuş 2 faktorial yazsınız da eyni şey eləyəsiniz. Yəni, 2 aşağı çıxar. Deməli, gəldik bura. Bizdən tələb olunan budur ki, deyir, katetləri olan düzbucaqlı üçbucaq. Bir dənə düzbucaqlı üçbucaq var. Okey. Deyir ki, kiçik katet ətrafında fırlanması. Onda kiçik kateti 9-u buraya yazaq, 12-ni buraya yazaq. Bunun ətrafında da mən bunu fırladanda 9 burada düşsün, bu da bu olsun. Tamam mı? Alınmış fiqurun həcmini tapmaq lazım. Alınmış fiqurun həcmi konusdur. Konusdur. Ümumiyyətcə biz demişdik də, bir təpə nöqtəsi olan fiqurlarda nə demişdik? Bir təpə nöqtəsiz vəziyyətində nə idisə də onun 3/1-nə bərabərdir. Bunu isbat eləmişdik. İndi məsələ buradadır ki, bu silindrin içərisindən çıxdığına görə, silindrda da biz bilirdik ki, aşağısında əgər bir eri varsa, h varsa, aşağısındakı sahə qədər h sayda təkrar gedib bunun. Avtomatik olaraq bu belədir. S bərabərdir 1 bölünmüş 3-də erin kvadratı vurulmuş pi vurulmuş h. Düz gətirdim mi bunu? Əla. İndi burada alanda bir dəqiqə. Erin kvadratı bizdə eləyəcək 1 bölünmüş 3, 9 vurulmuş 9. Vurulmuş pi-ni nəsə qiymət vermiyor. H-ım da mənim 12-dir. Heç ona ehtiyacım yoxmuş. Deməli, buradan 4 qalır. 4-ü 81-ə böləndə bir dəqiqə. Siz böyük katet ətrafında fırlatmışsınız. Bağışlayın da qaqa. Allah bağışlasın deyən. Biriniz deyən Allah bağışlasın. Bax gecə yuxuma girəcək. Allah bağışlasın. Sağ ol. Deməli, bu belədir 12. Əsas odur ki, çox da fırlatmayaq da söhbəti. Deməli, bu 9-dur. Bura gəldi 4 qaldı. 48 50 450-dən 18 çıxanda 432. Düz elədim bu dəfə. Düz elədim. Bu oğlan bunu bacar. Bir dəqiqə, bir dəfə də fikirləşim. Hə, düz. Düzdür. Deməli, məndə nəyin ətrafına fırlardamsa, o görüntüdə sabit qalmalıdır da, düzdür. Deməli, əgər mən kiçik katet ətrafına fırlardamsa, bu sabit qalır ki, bunun ətrafına fırlada bilmişəm də. Düzdür. İnanarsınızmı onları əzbər bilmirəm, həmişə şeylə baxıram. Yəni, məntiqlə düşünürəm və məntiqsiz cavablar tapıram. Yes. Deməli, bizə nə deyir? Oturacaqlarının radiusu olan, hündürlüyü olan kəsik konusunun həcmini tapın. Mənasız olmadı bu sual. Oturacaqların radiusu. Və mən bunu həmişə belə hesablayıram. Düsturunu hələ ki əzbər bildiyimi deməyəcəm. Əzbər bilirəm, bilməyinə. Orada şey yoxdur bir dənə, 2 yoxdur ortada. Kvadrat tənliyin açılışı kimidir. Amma yəni deyək ki, onu bilmirəm. Bu bizdə belə olsun. Bu tərəfdə nə arxada belə bir şeylər var da. Bu da bizdə belə olsun. Yəni normalda belə gəlirəm. İkisini də ayrı-ayrı hesablayıb gətirirəm yəni. Bizdə bir dəqiqə. Əgər məndə bu radiusları 10 olanda, əgər məndə bu hündürlük 6 imişsə də, radius 10 olanda, 8 olanda da 0.6-nın 8-ə vurulmuşu 4.8 imiş də bu. Düzdür? 10-a bölüb 6-ya vururam, 10-a bölüb 6-ya vururam. Eyni şey.
Deməli, bu belə olanda buymuş. Hündürlüyü olan kəsik konusun həcmini tapın. Onda B bərabərdir məndə 1 bölünmüş 3. Bu çıxdı mötərizə xaricinə. Düzdür? Pi də çıxmalıdır mötərizə xaricinə. Onda məndə içəridə əmələ gələn nədir? İçəridə əmələ gələn nədir? Birincinin kvadratı vurulmuş 6 çıxılmış. İkincinin kvadratı vurulmuş 4,8. Onda bu bununla getdi 2 qaldı. Bununla getdi 1,6 qaldı. Sualı gəl hesabladı indi. 200, burada da pisi var. Çıxılmış. 64 vurulmuş 16. Neçə eləyir bu? 4, 2 yadda 38, 4, 6 plus 4, 2, 10. Bu da budur. Çıxılmış 102,4. Bu da bərabərdir. Mən nə səhv eləmişim? Proportion səhvdir. Proportion səhvdir. Bir dəqiqə. 0,6 eləmir o. 24 olmalıdır. Elə bil ki, Və oturacaqların radiusu deyir də, biri 10-dur, buradakı 8-dir, düzdür? Mən də bunu üçbucaq kimi baxanda deyirəm ki, tangensdən baxıram da, eyni tangensə baxıram axı. Tangensdən baxanda deyirəm ki, 6 bölünmüş 10 bərabər olmalıdır, bu da x bölünmüş 8-ə. 6 ora deyil də. X plus 6 böl 10. Bir dəqiqə. X plus 6. Ha, Aşağıda. başa düşdüm, başa düşdüm. Mən deyirəm, niyə düz gəlmir? Buna x desək, bu olacaq x plus 6, düzdür? Mən bunu səhv oxudum, daha doğrusu səhv analiz elədim. Onda bizdə olmalıdır x plus 6-nın 10-a nisbəti eyniliklə x bölünmüş 8-ə, düzdür? Onda 8 bura gedəndə, bu bura gələndə, bu tərzdən olanda 2x bərabər olmalıdır 10, üzr istəyirəm 48-ə. X bərabər olmalıdır bizdə neçəyə? 24-ə. Düz dedim bu dəfə? Da. X 24-ə bərabərdirsə, x 24-ə bərabərdirsə, sual həll elədik. Deməli, x 24-ə bərabərdirsə, onda belə çıxır ki, mənim burada vurmalı olduğum 30-dur, burada vurmalı olduğum 24-ün özüdür. Düz dedim? Qəşəng. Bu dəfə burada 10 qaldı, bu dəfə burada 8 qaldı. 8-in kubu neçə edir? 512. Deməli, 512 buradadır. 10-un kubundan 8-in kubunun çıxılmışı daha sürətli eləyə bilərdi əslində. Deməli, bu da belə oldu. Oradan da mən nə tapacağım? 8, 8, 4. Bir dəqiqə. Y variant. Düz tapdım. Ola bilər. Yox, düz tapdım bu dəfə. Bu dəfə düz tapdım. Sən niyə baxmadın? Yox, onsuz da buradan gəlir, o həldəki o düstur var, bizdə deyirik, v bərabərdir 1 bölünmüş 3, pi-də r-in kvadratı üstə gəlmiş r üstə gəlmiş r-in kvadratı, burada da bir dənə h var. O h da buradakı h-dır. Bu şəkli mən özüm yekə çəkdim deyə özüm qarışdırdım. Heç formulanı heç bilmirəm. Mən formulanı əzbər bilirəm bilməyinə. Prosta şəkli, o formulanı beynimdə saxlayıb yazıram. Avtomatik olaraq yer dəyişmə alınıb da o haşlarla bağlı. İkisinə də haş deyirik deyə başa düşdün? Mən sənə göstərmişdim orada konsun səthinin sahəsindən hesablayırıq. Səthin sahəsi haradır ki? O ploşeconun üzdüyündən söhbət gedir. Konusun üst tərəfinə elə ki kraskalayanda. Hə, mən profun görmüşdüm onu kitabda. Onu bir dəfə proof eləyirik uşaqlarla. Təsəvvür elə ki, hər şey L demişəm. Axırda yadımdan çıxıb ki, hansı L-dan hansı R işlərəm. L-in biri bir dəfə R kimi işlənilir. O tutuzda bilmədim ki, hansıdır. İbrahim, onu isbat edə bilirsən ki, həqiqətən də bunun səthinin sahəsi nəyə bərabər? Çətin məsələdir, amma düşünmək olar. Belə şey kimi fikirləş də. Elə ki, sənin... Açıb baxanda eləmək olar o şey. O da ola bilər. Müşfiq, sən dedin onu? Bəli. Hə, salam, sağ ol, yoxdur da səndə. Deyim. Soğan yeyəndə heç fikir vermişsiniz? Bilməm, soğan yeyən deyilsiniz bəlkə də. Ola bilər də, yəni hər cür insanla rastlaşırıq biz. Bu R olsun. R deməyək də, gəlin bunlara. Buna A deyək, buna B deyək. Elə bunun təpəsindən bir dənə yumruq vursaq. Bu da elə ki, bir dənə kəsi atmışsınız da vərəqdə.
belə bir şey əmələ gəlməyəcək. Elə bil ki, çevrənin bu tərəfi yox kimidir. İzah edə bilirəm nə demək istəyirəm. Elə bil sanki belə bir şey əmələ gələcək də sizdə. Bu alınacaq, bu tərəfdə də belə bir şey alınacaq. Elə bil ki, buradan əlinizlə tutmusunuz, yuxarı qaldırdıqca buna dönür. Beyninizdə təsəvvür edə bilirsiniz nə demək istəyirəm? Hı? İndi nəysə də open source-un işarəsini oxşadı. İnanmırsınızsa girib internetdən baxa bilərsiniz. Məsələ burdadır. Mən bunu yuxarı qaldırdıqca bu B burada olacaq. Razısınız? Yəni burada əgər alfa bucağı varsa, burada da 360 dərəcə çıxılmış alfa bucağım qalacaq mən. Burada da problem yoxdur. Məsələ burdadır ki, mənim bu ağız hissəmdəki, bu hissəm, buradan bura qədər olan hissəm, bu L, bunun buradan bura qədər olan hissəsinə, bu L-a, bunlar bir-birindən ekvivalentdir. Ona görə bura L yazmadım ki, mən bunu bir dəfə proof eləyəndə aləm dəymişdi bir-birinə. Hər şey L yazmışam, bilmirdim ki, nədir. Bura qədər də kimsə sualı var, başa düşürsünüz nə demək istəyirəm. Elə bunu yığdıqca bu aşağıda qalan hissə bunun da aşağısında qalır. Bunun aşağısında qalan L-i bərabərdir, onsuz da bunu bilirik də biz. P-dəyə, o P də bizdə olacaq olmuş 2A-ya. Buradakı qalan isə, buradakı qalan L-dən söhbət gedir. Nə qədər olacaq bizdə? Yəni 360 çıxılmış alfa bölünmüş 360 dərəcə. Tamam mı? Vurulmuş bizdə burada olacaq bizdə nə? 2 pi, burada da pi. Problemimiz var burayla bağlı. Məncə yoxdur. İndi bu hissə stabildir, burada problem yoxdur. Bizim əsas bax bu hissəni dəyişməyimiz lazımdır ki, onu biz nə cür əvəzləyə bilərik. Hı? Biz onu nə cür əvəzləyə bilərik? Yəni 2pi yerində qalıb, yəni A-nın yerinə orada ya da ki bunun yerinə orada nə yaza bilərik ki, bizdə əvəzlənmə getsin sahədə. Hı? O düsturun özü nədir? Bax, bunun özünün, düsturun özü nədir? Müşfiq. Düsturun özünü bilsən dostum. Wrote bana A. Tam sətdə PRL plus PR kvadrat. İndi burada prosta AB yazmışıq oralara. Yəni düsturun özü nədir? P. AB. PAB plus PA kvadratı. Tam sətdə. Bir dəqiqə uşaqlar mesaja cavab verin. Çox zor sahib. Tamam. İndi biz bunu yazdıq. Bu ikisinin arasında bir dənə əlaqə qurmaq lazımdır. Bu əlaqəni quranda onsuz da çox rahat bir şey görürük. Nədir? İkisi əgər bir-birinə bərabərdirsə də pi vurulmuş 2a bərabərdir biz deyiriksə ki 360 çıxılmış alfa bölünmüş 360 vurulmuş 2 b pi. Onsuz da pi ilə 2-ni biz bayaq da dedik ki apara bilsək a-nın yerinə bunu yaza bilərik də, düzdür? Bu ikisini çölə atıram. Razıyıq bundan. Razıyıqsa, onda bunun özünün s-i nə qədərdir? Bu s onsuz da buradakı s-ə bərabərdir. Bu s bizdə bərabərdir 360 çıxılmış alfa bölünmüş 360 vurulmuş b-nin kvadratı vurulmuş pi. İndi bu b-nin kvadratını da mən istəyirəm ki, bax buradakı kimi yazım. Vurulmuş b, vurulmuş b, vurulmuş pi. İndi mən bunun da yerinə a yazsam, s bərabərdir a vurulmuş b, vurulmuş pi. Yəni biz deyirik ki, radiusu vururuq doğrana, onu da vururuq pi-yə. Və buradan da çıxarıq ki, sən demə bu elə bununla eyni sahəni verilmiş. İzah edə bilirəm fikrimi? Proportional proof daha rahatdır. Məncə daha uzun gedir. Hı? Хорошо. Necə? Heç nə. Heç nə. Proportional ola bilər yəni elə də isbat eləmək. Amma gərək dəyişən adlarının normal seçəsən. Məsələn, mən bu yaxınlarda əziyyət çəkmişəm bundan. Bir daha başım daşa dəyib. Bunun bir də başqa cür isbatını da bilirəm. İntegralla da o daha qəşəng olur.
O Gabriel Horn görmüsən isbatını, sonsuzluğa doğru gedir. Yəni bir nöqtəyə yaxınlaşır, amma onu kraskalamaq lazımdır. Görmüsən o sualı? Yox. Amma bir də internetdə baxarsan, bax belə bir şeydir. Konusdur. Getdikcə bu kiçilir. Bizdən soruşur ki, bunu kraskalamaq üçün nə qədər kraska lazımdır? Onu da girəndə sualı ortaya çıxır ki, sənə onu kraskalıb qurtarmaq olmur. Qəribə bir şeydir. Riyazi olaraq qurtarmaq olmur. Fiziki olaraq mümkün, amma riyazi olaraq mümkün deyil. İndi gələk 14-cü suala. Bu tane maraqlı bir dənə faktın üstündə işlədik. Deyək ki, radiusu R olan küre üçün hansı təklif doğrudur? Ümumiyyətlə isbat eləyə bilərik ki, kürənin həcmi həqiqətən budur. Gəl birinci bundan başlayaq, səthinlə gələk. Bu daha rahat, nəinki o. Onsuz da onu da işlədək. Bizdə proyeksiyada belə bir dənə məntiq var ki, bax sizin bir dənə kürəviz varsa, uşaqlar, siz bunu proyeksiyalayanda çox qəribə bir şey deyəcəm, inandırıcı gəlməyə bilər, amma proyeksiyalayanda, yəni bax buradakı nöqtələrin hamısı buralara yapışır. İzah eləyə bilirəm nə demək istəyirəm. Yəni sən demə, bir kürədən söhbət gedir. Səthinin sahəsi ona əhatələmiş silindrin yan səthinin sahəsinə bərabər. Həmin bu silindrin da oturacaq hissəsi burada, hündürlüyü burada olduğuna görə silindrin ümumiyyətcə yan səthini nə cür hesablaya bilərik ki, buradan bir dənə silindr çəkək. Əgər bu belə bir silindr olmuş olsa, deyək ki, burada aşağıda bir R var bizdə, bu da bizdə R olsun. Düzdürmü? Bunun bu qırağını lenta kimi biz açsaq, burada bizdə, bax bu hissəsi L-a bərabərdir, aşağısı R-dir deyə 2πr-dir bu. Bu tərəfi də bizdə H-a bərabərdir, bu da H-dır. Yəni S bərabərdir 2πr H-dır. Buradakı vəziyyətimizdə bizim H-ımız nəyə bərabərdir? S bərabərdir bizdə. Yəni bu H-dan başlayalım elə ki. 2r-dir. Vurulmuş 2π bu da r-dir. Bunları yanaşıya 4πr-in kvadratı. Bunu tapdıq. Buradan problemi olan var bundan bağlı? Bəncə yox. Amma bunun integraldan isbatı daha qəşəkdir. 3 qat integraldan isbatı var onun. Daha bomba kimidir. Amma belə də isbat eləmək olar. Birəbir eynidir. 3 qat integralda olanda biz orada proyeksiyanın həqiqətən birəbir bərabər olduğunu tapa bilirik. Çünki biz orada dr-dir, d-totadır, bir də d-alfadır. Bunun üstündə işləyirik. Avtomatik olaraq birəbir üst-üstə düşdüyünü görürük. Aydındır. Salam dostum. Müşfiq gördü ki, ümumiyyətcə söhbət mənasız şeylərdən gelir, çıxıb get. İbrahim, bu isbatların hamısını bilirdin də dostum, düzdür? İnşallah ki, hə. İnşallah ki, məncə də bilirdin. Yəni, çünki birinci tuta gedən uşaqların hamısı bunları bilir. İndi əsas söhbətə gəlib çıxaq. Əsas söhbət budur. Kürənin həcmini isbat eləyə bilirsən sən. Mən eləyərəm bəlkə də, amma integralla. İntegralla mən də eləyirəm, qaqa. İntegralla da o yetimin dayağı nədir? Bir integraldır, bir də limitdir. Törəməyə girir. Mən də bir dənə yetim elə Sumqayıt elə birbaşa kakraz döyüşürəm. Yəni ona görə mənə dəyməyin zəhmət olmasa. Yetimin çörəyi ancaq odur. Gələk bura, həqiqi deyirəm, çox şey ümumiyyətcə integralla limitdən çıxır. Banut çək. Bax, sadə bir dənə şeyə baxaq buna. Bu arada integralın həndəsi mənasını işlədəcəm. İntegralda biz Balaca silindrları üst-üstə qoyulmuşlar. Yo. Silindrdan girməyək. Bunun üstündə elə bir sferaya təpədən baxıram, razısan? Belə bunun yuxarıdan baxıram. Mən bunun üstünə belə kvadrat kimi bir kəsik götürə bilərəm də. İzah eləyə bilirəm fikrimi nə demək istəyirəm. Əla. Həmin bu kəsiyi götürsəm, tiny piece-dir də. Bunun bu qırağı 4 dənədir deyə belə bir şey gələndə bu istiqamətdə. İzah eləyə bilirəm. Bunun yan tərəfi də, bunun mərkəzinə gələnlər o qədər tinydir ki, bunun hər şeyi bu r-dir də, izah eləyə bilirəm, hündürlüyü də. Əla. Əgər bunun hündürlüyü də budursa da, deməli bu tiny piece-də onsuz da integralda balaca kəsikləri cəmləmədik. Birbaşa integralı eləməyə yerinə integralın həndəsi mənasını işlədəcəm mən burada. Onsuz da biz burada demirik, bunları xırda cəmləyirik. Mən də bunları xırda cəmləyəndə bu bizdə nəyə oxşuyur? Belə bir şey oxşuyur da. Aşağısı belə
olsun. Buradan da belə bir şey çəkmişik. Piramida deyil. Yəni bu aşağısına hələ ki bu dəqiqə S1 deyək. Yaxşı. Yəni aşağısının ölçüsü əslində qalanı delta S deməliyəm. S1 də deməyək, delta S deyək. Yaxşı mı? Razılaşdıq bundan. Yəni bax burada x deyə balaca kəsik var idi, delta x deyə balaca kəsik var və əgər ki bunun oturacağını hündürlüyünə vurub, yəni mən burada belə bir şey eləsəm, 3/1 ds vurulmuş r, bunun hündürlüyü r-dir. Yəni razılaşırıqmı ki, bir dənə bunun sahəsini üstdən həcmini çıxarırıq. Razıyıq bundan. Tamam. Əgər bunların hamısını cəmləyə bilsəm mən, onda mən v-sini çıxardacağam da bunun. Yəni bu birdən limiti yazmaq yadımdan çıxdı. Deyirəm, 70-in çörəyi həmişə limitdədir. Deməli, v bərabərdir bizdə limit ən yaxınlaşanda sonsuzluğa 1-dən n-ə 1/3 ds vurulmuş r. Bu da ilə razılaşdıq. Da. Əgər limit n-ə təsir eləyirsə və burada əgər ki bu hissələr bizdə konstantsa, çölə çıxartsan, v bərabərdir 1/3 r yazsan, bunun içərisində limit ən yaxınlaşanda sonsuzluğa bizdə bu 1-dən n-ə getsə, i bərabərdir 1-dən n-ə getsə, burada da ds yazsam, onda bunun bütün səthini əhatə eləyən hissə olmayacaqmı? Razısan bundan? Da. Onun bütün səthi də bu deyil. Aha. Bir dəqiqə 4-ü yazmaq yadımdan çıxdı. 4 pi r-in kvadratı. Onda burada alırıq ki 4, 3 pi r-in kubu. Razılaşdıq. Ha. Интересно. Bunu inteqralda eləyəndə də əslində burada dediklərimizin hamısını sadəcə inteqralda yazırıq. Çünki əslində qalanı bu inteqraldır elə. Yəni burada yazdığımız şey əslində inteqralın özüdür. Prosta həndəsi mənadan izah elədim deyə. Bir də bunu başdan almışdıq deyə bir də inteqralda almağa ehtiyac olmadıq. Amma birbaşa inteqrala keçsək, onsuz da bunu alacaqdıq. Yerinə qoyanda bu çıxacaqdı. Ya bunu onsuz da başdan almışdıq deyə, yəni bilirdik deyə birbaşa həndəsi mənadan girdim mən. İbrahim, belə rahat yoxsa birbaşa hesablamaq? Məncə belə rahat. Siz nə dedirsiniz, elə də olsun. Bu rahatdır, çox rahat. Bir kürənin böyük kəsiyinin sahəsi bir dəqiqə bu neçədir onu görmürəm mən. Kürənin böyük kəsiyinin sahəsi bunu isbat eləmək üçün məncə belə bir şey çəkmək bəsdir, elə bir təpəsindən baxıram. Bu da qalır pi kvadrat. Bir şey də burada. Yuxarıdan baxmışam da. Ən topuş görünən hissə bu qalmalıdır. Neçəsi doğrumu deyir? A variantıdır. Onda 3-ü də düzdür də məncə. İndi gələk bura. Radiusu 17 olan kürənin mərkəzindən 15 keçən müstəvi kəsiyin. Bir dəqiqə, bu şəkli çəkə bilsəm, mən başa düşəcəm nə demək istəyir. Deməli, mənim radiusum 17-dir. Düz başa düşdüm mü buna? Burada radius 17-dir bu dəqiqə. Mənə deyir ki, bundan 15 məsafədə perpendikulyar vəziyyətdə bir 15 məsafə ayıram. Və burada deyir ki, keçən müstəvi. Deməli, burada da bir müstəvi var. Okeydir. Keçən müstəvi kəsiyin sahəsini tapmaq lazımdır. Şəkli düzmü çəkdim mən? Hə. Əgər şəkli düz çəkmişəmsə, okey. Onda bura qədər məsafədə 17-dir. Bura qədər r-dir bizdə. Onda belə çıxır ki, bu neçə eləməlidir? Bu 8-dir. Düzdür? 15, 8, 17-dir də bizdə. Onda bir dəqiqə. Bu kəsiyin sahəsi 64 pi kvadrat eləməlidir. Üzrəm 64 pi. Düzdür. Düz getdik də. Bir dəqiqə kalkulyator vurum. Düzdür. Düzdür də. 2-ni vurarsan şeyə, bir dəqiqə. 32-yə 64 eləyir. Düzdür. Ya bu da 17-nin kvadratı çıxılmış 15-in kvadratı. Düz gəlir. Buradan deyir ki, səthinin sahəsi 108 olan, bir dəqiqə buradan oxuyum. Yarımkürənin həcmini hesablayın. Onu düz başa düşdüm onda. Bizdən tələb olunan nədir? Deyir, səthinin sahəsi 108-dir. Səthinin sahəsi 108 isə 4 pi, bir dəqiqə 4-ü bitər yazdım. 4 pi r-in kvadratı bərabərdir 108-ə. Vroде yarımkürə deyil. Aha, bir dəqiqə. Sualı düz oxuyaq. Düz deyirsən. Deməli, yarımkürədirsə, düz deyirsən. Bu yarımkürədirsə, əslində bura yoxdur. Əslində budur. Vroде половина. Onda palavinası düz deyirsən. Pi r-in kvadratı bərabərdir 108. Amma bu da
6 qaldı yaxı. Nə altı qaldı? O 6 hissəsinin şeydə. O çəkməmişəm də elə. Bir səthinin hə, başa düşdüm. Yəni kürənin özü, bir dəqiqə, sualı düz başa düşdüm indi. Hə, mənə yarım kürə demir. Kürənin özünün səthinin sayəsi 4pi r-in kvadratı məndə 108 pi-dir. Mənə prosta deyir ki, bunun yarım həcmini tap. Eləmi deyir? Ya. Yəni yarım kürənin səthinin sayəsi 108 deyil. Kürənin özü 108-dir, onun yarısını tapmalıyam. Eləmi deyir mən? Mən eləmi başa düşdüm? Onda v bərabərdir bizdə 2 bölünmüş 3. Elə olacaq da. Pi r-in kubu. Pi r-in kubu. Pi r-in kubu. Pi r-in kubu. R-i tapmalıyıq. İxtiyari vəziyyətdə R-i tapmalıyıq. V isə yoxdur. Onda R bərabərdir. R bərabərdir. Bizdə neçə olacaq? 36, 6. 6-dırsa da onda bu olacaq 2 bölünmüş 3 pi. Burada ki 36 vur 6 yazaq. Bundan bu geçsin, bu iki qalsın. Hı? Rusçada belə deyil. Rusçada nə tərəfdir ki? Найди объем полушара, если площадь которого буду. Rusçası dəqiq. Azərbaycancası mənim dediyim kimi çıxmır, bir qəribə. Площадь поверхности которого буду. Məncə poluşarının elə şeylər əməliyik. Həm də 108-i 4-ə böləndə 27 eləyir. Yəni məncə burada 3 pi r kvadratı deyək, 108 pi. Yoxsa yox? Dəqiq. Gəl oturaq fikirləşək bunu. Gəl oturaq fikirləşək. Bir dəqiqə. Səthinin sayəsi olan yarım müstəvidən söhbət, yarım şardan söhbət gedir. Düzdür? Yəni ki, yarım kürənin səthinin sayəsi 108 pi-dir. Mən belə anlayıram. Yarım kürənin səthinin sayəsi 108 pi-dir. Ruscası da elə yazıb. Düzdür Banuçi? Da. Onda mənə niyə tam 2 kürə çəkdirmişsiniz ki? Yarım kürə çəkirdik də. Siz çəkdiniz də. Vallahi bunu yarım çəkmişdim mən. Ortada elə başa düşdüm ki, budur. Sən mənə deyirsən ki, şeydir. Onda bunun aşağı tərəfində 18 p-nin kvadratı var. Bunun yuxarı tərəfində də 2 p-nin kvadratı var. Obşi bu nə qədər eləyir? Çünki burada cavablar tam ədədlidir. Mən beynimdən yarım ədəd çıxarda bilməm, bax. Hamısına tam ədəd verirəm. 108 pi. Neyinsən elə? Bu 6-nın kvadratından o tərəfi ola bilməz. 7 zad olanda patlayır sual. Mümkün deyil hesablamaq 7 zad olanda. Gözlə. Hədə 6 da eləyək. Düz dedim. Bu 6-dır. İndi bizdə nə var? Bir dənə onu fikirləşək. İndi poverxnostin özünü hesablamalıyam mən orada, obyomunda. Bax, şarın özünü istəyir, yoxsa yarımdayıq hələ də. Səthinin sayəsi olan... Məncə yarımı istəyir. Yəni məncə 2 bölünmüş pi-nin kubu. Düz dedim. Bu eləyəcək bizdə 36 vur 6. Bundan bu getdi 2. Bunu da 4-ə vuran neçə eləyir? 4, 144. Düz dedim. Da. Mən şərti başa düşmədim. Cümləni anlamıram, yəni hesablama problemi deyil. Cümləni anlamıram nə deyir. Səthinin sayəsi olan yarım kürənin həcmini tapın. 2. Kürənin yarısının həcmi yarım kürə. Ola bilər fərqli bir şey. Mən başa düşmədim şərti. Ruscası konkret deyir ki, yarı bir dənə kürə var, onun səthi budur. İndi həcmini tap deyir. Ruscası konkret odur. İndi gəldik bura. Deyir ki, hündürlüyü 12 olan, oturacağı 5 olan, avtomatik 12, 5 isə də 13 çıxır da, düzdür? Elə mi olacaq? Bir dəqiqə, hündürlüyü 5-dir, üstəm, hündürlüyü 12-dir. Oturacağı olan silindrin həcmini tapın. Yox, o deyilmiş. Radiusu 5-dirsə də, bu radiusu 5-dirsə də, bura qədər də 5 var. Burada da 5-dir, burada 12 var. Deyir, həcmini tapın, heç bir şey də. 25. Pi vurulmuş 12. O da 50-ni 6-ya vuranda 300 eləyir. Düz tapdım.
Sən danışmaq istəsən danışarsan qaqa. Danışmaq istəməsən sən də ulu camidəkilər kimi sakit durarsan. Bəli, bizim neonasist dostumuz. Yan səthinin sahəsi 72 pi olan silindrin ox kəsiyinin sahəsini tapın. Yan səthinin sahəsi. Bunun yan səthinin sahəsinin üstünü bayaqlar demişdik də. S bərabərdir L vurulmuş H-dır. L-in də yerində biz yaza bilərdik ki 2 pi R vurulmuş H. Buna ayıraq. 72 olan ox kəsiyinin sahəsini tapın. Ox kəsiyinin sahəsini. Ox kəsiyi. Ox kəsiyinin sahəsini tapın. Bir dəqiqə. Ox kəsiyi bu deyil. Ox kəsiyin sahəsi nədir? S ox yazaq da. 2R vurulmuş H. Deməli, belə çıxır. Burada pi qədər fərqlənir. Deməli, cavab 72-dir. Gəldik bura. Oxlar konuslardan birinin tam səthinin sahəsi, digərinin tam səthinin sahəsinə nisbəti 16 olarsa həcmlərin nisbətini tapın. Bir dəqiqə. Sahələr bizdə kvadratikdir, bunlar kubikdir. Deməli, bu 4-dürsə də kub 64-dür. Y variantı. Asan suallar deyək. Şərti başa düşəndə suallar asan. Bir sahəsi 40 olan, səhv eləsəm xahiş edirəm, kömək edeyim. Ciddidən, gecəyə doğru gələn mənim başım işləmir onsuz. Sahəsi 40, perimetri 26 olan düzbucağının böyük tərəfi ətrafında fırlanmasından alınan cismi tapın. Onda belə çıxır ki, məndə A olmuş B 40-dır, A üstə gəlmiş B 13-dür. 40-dan 13, 5-dən 8-dir onda. Düzdür? Onda 5-dən 8 isə mənə deyir ki, böyük tərəf ətrafında. Deməli, böyük tərəfi sabit qalacaq. Bunun böyük tərəf ətrafında fırladanda 5 bura düşəcək, 5 bura düşəcək. Burada da bizdə alınacaq bir dənə silindr. Burada da belə bir şey alınacaq. Nəysə, oxşamasa da silindr fərz edeyim onu. İndi, böyük tərəf ətrafında fırlanan cismin həcmini tapın. Həcmi. Onda burada olacaq 25 pi vurulmuş 8. O da 50-ni 4-ə vuranda 200 eləyir. Düzmü dedim? Məncə düzdür. Gəldik bura. Konusun doğranı 12 olub, oturacaqla əmələ gətirirsə konusun həcmini tapın. Doğranı əgər ki 12-dirsə, oturacaqla 30 dərəcə əmələ gətirirsə, deməli onda belə çıxır ki, bu aşağıdakı bizdə nədir? 6 kök 3-dür. Düz dedim mi? Deyir ki, konusun həcmini tapın. 6 kök 3-ün kvadratı neçə eləyir? 36 vurulmuş 3, vurulmuş pi, vurulmuş. Bu da bizdə eləyəcək 6. 6. Və cavab yoxdur axı. Axırı 8-dən qutarmaq. Onda bu D variantıdır. Düz hesabladım. Bir dəqiqə. 12. Bölmüş də var. 3-də 1 var. 3-də 1. Düzdür. Şəkli tam çəkməmişəm axı. Düzdür. Bununla bu getdi. Onda axı 6 ilə qutarım. Budur. Şimdi sən niyə şübhələndim? 9-u buna vuranda elə 200 neçə eləyir? Bu düz gələ bilməz axı, mümkün deyil. Qaldı ki 18-i vururam mən orada. Ox kəsiyi bərabər tərəfli 3 bucaq, hündürlüyü 6. Demək, ox kəsiyindən söhbət gedir ki, bərabər tərəfli 3 bucaqdır. Onda belə bir şey eləyək də, ox kəsiyi bərabər tərəfli 3 bucaqdır. Konus, bu edirsə, bu edirsə, onda bu 2 edir. Hündürlüyü 6-dır. Bu 6-dırsa, onsuz da buradan tuta bilirik ki, 6 bölünmüş kökdə 3-dür bu. Yox, bir dəqiqə. Bu 60 dərəcənin qabağıdır. Düz. 60 dərəcənin qabağıdırsa da bu. 60 dərəcənin qabağıdırsa da burada 30 dərəcə olmalıdır. Yox. Bəlkə səhv dedim. Düzdür. 60-ın qabağı 30 düz. Deyir ki, tam səthinin sahəsini hesablayın. Onda mən R-i tapmışam. Əslində L-i də tapmışam mən. Bu eləyir 12 bölünmüş kökdə 3. Düzdür. Burada məncə problemimiz yoxdur. İndi 12 bölünmüş kökdə 3. Bizdən tam səthinin sahəsini istəyir. Oturacağın sahəsinin birinci tapaq. Oturacağın sahəsi nədir? Pi kvadratıdır. Onda bu olacaq 36 bölünmüş 3 pi. Oradan qalır 12. Bu 12 pi.
İndi o biri də PRL-dir. PRL. P buradadır. 12 buradadır. Bu da buradadır. Onda bunlar getsə bu 2 qalacaq da. Onda o da eləyəcək 24 pi. Bunların cəmi bizdə eləyəcək 36. Asan idi. Amma yəni cidden asan idi. Gəldik bura. Bizdən tələb olunan nədir? Deyir ki, ifadəsinin sadələşdirilməsi alınan kompleks ədədin hər hissəsini tapın. Bunu yəqin ki, hesablamağa o qədər ehtiyac yoxdur. Bir dənə bunu buna vuracam, bir də bunu buna vuracam. Yəni qalanı üstə mənə ehtiyac yoxdur. Çıxılmış, o da üstə gəlmiş olacaq 6. Cavab edir 26. Bitdi, getdi. Çünki -6 i-nin kvadratı o da onu verəcək də. Bizə deyir ki, sırasının medianı. Medianı azdan çoxa düzməliyik. Birinci, 2, 3, 8, 7, 19. O da eləyir 8. Medianı bizdən içəridə 8-dir. Əla. İndi medianı 8-dir. Bir dəqiqə 8 deyilik. 7 ilə 8-in yeni səhv saldım. Deməli, bu 7-dir, bu 8-dir. Onda bu olacaq 7. Median 7-dir. ilə ədədi ortasının fərqinin modulu. Ədədi ortası nə qədər eləyir ki bunun? 10, 20, 39. Düz dedim. 2, 4, 5. 5-i tapdıq. Bu da eləyir bizdə neçə? 7.8. Modulun usta arasındakı məsafə deməkdir. 0.8 bunların arasındakı məsafədir. Bitdi. Bu arada belə bir şey var. Məsələn, kompleks ədədin modulunu hesablamısınız Z-dən. Məsələn, burada gəlir ki, x üstə gəlmiş y. Bunu ədəd oxunda baxanda, onsuz da x bizdə həqiqi ədədi göstərir. Y də bizdə burada imaginary hissəni göstərir də. Deməli, burada y məsafəsindədir, bu x məsafəsində. Bu ədədin olduğu nöqtə buradadır. Biz bunu yazdığımız anda, əslində qalanda burada yazdığımız budur da. Yəni 0 çıxılmış z, ya da ki z çıxılmış 0. Yəni biz deyirik ki, z nöqtəsi ilə 0 nöqtəsi arasındakı məsafə nə qədərdir? Ona görə bunun modulu bizdə belə alınır ki, bu r məsafəsinə gəlib çıxır. Biz deyirik radiusa bərabərdir bu. O da deyirik ki, kökdə x-in kvadratı üstə gəlmiş y-in kvadratı. Bilirdiniz bunu? Hı? Yazdım. Sən heç də, sən bir dənə mənim bildiklərimi bilirsən, dostlar. Gəl, mağazada 4 növ şahmat taxtası. Bu informatika sualıdır, uşaqlar. Bu il imtihana düşə bilər. Belə sualları gözləyirik. Deyir ki, mağazada 4 növ şahmat taxtası, 6 növ nət taxtası, 5 növ futbol topu var. Alıcı bir futbol topu, bir şahmat və ya nət taxtasını neçə üsulla ala bilər? Futbol topu alacaq bu adam. Futbol topu 5 dənədir. Yəni birincidə 5 dənədən azsa bir futbol topunu alır. İkincidə şahmat və ya nərd istəyir. 10 dənədən birini götürəcək də. Cavab əlli. Bəsit. Yəni də. Fərqli bir izah deyə bilirsinizsə də problem deyil. Yəni mən canımız belə gələcək. İnformatikadakı standart suallardan. Deyir radiusu 41, okey. Hündürlüyü 20 olan silindrin oturacağının mərkəzindən məsafədə toxunma paralel müstəvi kəsiyin sahəsi, okey. Deməli, mənim bir dənə silindrim var, bunu mən çəkə bilməmiş var. Bu belə bir şeydir, silindrim mən. Gözlə. Mükəmməl çəkdim bu dəfə. Deməli, bunun radiusu mənə deyir ki, 41-dir. Nədirsə də bu 41-dir. Eyni şeyi ümid edirəm ki, aşağıda çəkə biləcəm. Bir dəqiqə. Bu da 41-dir. Bunu belə uzadıb, bunu belə uzatsaq. Nəsə də elə bilin ki, orada. Deyir ki, hündürlüyü 20-dir. Yəni, burada bir 20 var mənim. Olan silindrin oturacağının mərkəzindən 40 sm məsafədə, oturacağının mərkəzindən 40 sm məsafədə, burada. Haradaysa buraya ilə 1 metr qalır da. Məsafədə oxuna paralel keçən müstəvi, Yəni, belə bir şey çəkək də. Burada, bu da buradadır. Belə bir şey olacaq da. Yəni, bunun içində qalan bir dənə düz bucağı var. Oxuna paralel keçən müstəvi kəsiyin sayəsini tapmaq lazımdır. Maraqlıdır. İndi bunu bununla birləşdirsək, burayla. Bu hələ də 41-dir. Burada 40-dır. Düz dedim. Onda bunun bu kəsiyinə, bu hələ ki, bu kəsiyi, bu 40-dır. Onda bunun bu kəsiyinə hələ ki, nə deyək? Daha sürətli necə olardı? Yaxşı, belə gedəylə. Onda bu da 41-dir hələ ki, bu da 90 dərəcədədir.
Onda bu kəsikdə hələ ki x-dir. Onda olacaq bizdə 41-in kvadratı bərabərdir 40-ın kvadratı üstə gəlmiş x-in kvadratı. X bu tərəfdə bunları 1 vurulmuş 81 eləyəcək. O da bərabərdir x-in kvadratı. X bərabər 9 eləyir. Onu tapdıq. İndi x 9-sa aşağı tərəfi bizdə 18-dir. Bu tərəfi də 20 hündürlüyü. Bizə deyir ki, müstəvi kəsin sayısı asilləri 360-dır. Şəkli pis çəkdim, amma məncə başa düşüləndir. Yəni, söhbət onsuz da qəliz bir şey yoxdur orada. Bizdən tələb olunan nədir burada? Bizə deyir ki, uyğunluğu müəyyən edin. Əla. Düzbucaqlı üçbucağın hipotenuzə ətrafında fırlanmasından alınan fiqur. Bir dəqiqə fikirləşim onu. Bunun ətrafında mən fırlatsam, deyəm ki, yəni bunların heç biri deyil, əmin olun. Konusu oxşayan bir şeydir, amma elə ki, konusu öz ətrafında fırlatmışsan, elə bir şeydir, yəni. Təqribi beynini quranda mən belə bir şey görürəm. Bu heç birinə aid deyil. Düzbucaqlının tərəfi ətrafına falan silindirdir bu. Deməli, bu B-dir. Sonra bizə deyir ki, ox kəsiyi bərabəryanlı üçbucaqdır. Ola bilər bizdə şeydə, konusda bərabəryanlı üçbucaq çıxa bilər. Ehtimal var. Sonra hündürlüyü, o sualın biri elə idi. Hündürlüyü oturacağının radiusuna bərabər olduqda həcmi radiuslu kirənin, gözləyib, nə danışır? Bir dəqiqə. Deyir ki, hündürlüyü oturacağın radiusuna bərabər olduqda həcmi eyni radiuslu kürənin həcmindən 4 dəfə kiçik olur. Düzdür, kürə konusu. Bir dənə söhbət var, bunu bilmirsinizsə də deyim. Baxın, bu konusdan 2 dənə olsa sizdə, bu konusdan 2 dənə olsa, burada da bir dənə sfer olsa, bunların həcmləri eynidir. Bunları cəmlə, bunun həcmi eynidir. Bu onsuz da bizdə buradan bura qədər məsafə, bu 2 yer olacaq bu arada. Bura qədər məsafəsi 2 yerdir. Onsuz da sizdə bunun həcmi nəyə bərabər? 1/3 vurulmuş, yəni h-ını yazım 2, aşağısında da bizdə r-in kvadratı pi. 2 dənəsidir, 2-yə vurursunuz. Yoxdur. Su ilə doldurub da yoxlamaq olur da, problem deyil. İndi bizə deyir ki, hündürlüyü, bax hündürlüyü, oturacağının radiusuna bərabər olduqda, yəni bu r-ə bərabər olduqda, yəni 2 r-ə yox, r-ə bərabər olduqda, həcmi eyni radiuslu kürənin həcmindən 4 dəfə kiçik olur. Avtomatik olaraq elə çıxır da. İzah eləyə bilirəm nə demək istəyirəm. Avtomatik olaraq elə çıxır. Onsuz da bizdə aldığımız burada belə bir şey alınır da. Biz alırıq ki 4 bir dəqiqə 4 pi r-in kvadratı. Kürədə də biz alırıq ki 4-də 3 pi r-in kubu. Kürənin həcmindən 4 dəfə kiçik olur. Həcmindən 4 dəfə kiçik olur. Hündürlüyü oturacağının radiusuna bərabər olduqda həcmi eyni radiuslu kürənin, məncə bu düzdür. Məncə bu düzdür. Bir dəqiqə təzədən yazaq. Hündürlüyü bunu belə eləyək. Bu beynimdə tam qura bilmədim. Amma məncə eynidir. Cümləni düz başa düşmüşəm. Məncə beynimdə qura bilmirəm. Hündürlüyü oturacağının radiusuna bərabər olduqda. Bunun həcmi nəyə bərabər olur? Eyni həcmli, bir dəqiqə, bərabər olduqda həcmi, bunun həcmi nəyə bərabərdir bizdə? 1/3, düzdür, pi r-in kvadratı vurulmuş r. Razılaşdıq bura ilə. 1/3 pi r-in kubu. Şu da düzdür. Bu da bizdə 4 dəfə kiçikdir də. 4-də 3 pi r-in kubu. Düzdür. Düz. Çünki orada bundan qabaq dediyim söhbətdə də eləydi. 2 yer olanda, 2 dənə olanda bunlar bərabərsə vuruqda, xətlidirsə də. Bir dənəsi olanda yarısıdır. Hündürlüyü də yarıya salanda 4 dəfə kiçikdir. Bayaqdan onu fikirləşirəm mən. Düzdür.
Yazdım. Deməli, bura getdi. Bunun hamısını yazandan sonra birincidən ağlımda oldu, fırlayıb onu nə tər əlaqələndirəcəm onu düşünürəm deməli. Sonra bizdə deyir ki, həcminin səthinin sayəsinin nisbəti 3/1-ə bərabərdir. Bunu bayaq yazdım onsuz da. Deməli, səthin sayəsini bayaq dedik ki, bizdə 4, pi-nin kubudur. Burada da bizdə 3/4, pi, bir dəqiqə, kubu deyil, kvadratlıdır. R-in kubudur. Onsuz da bununla bunun arasındakı nisbət də bizdə, yəni bunu bir dəqiqə 3/1-ə bərabərdir. Hə də, yəni mən bunu 3/1 R-ə vursam, şey da, yəni bunu alacam onsuz. Deməli, bu bizdə kürədədir. Y variantı bunda. Bayaq ikisini də birdən oxuyordum. Beynimdə ikisi də var idi. Onsuz birincini isbat eləmişdik, ikinci qalmışdı bir dənə. Gəldik bura. Bu arada şeyi də belə isbat eləyirlər. Bax, kubun səthinin sayəsini belə isbat eləyirlər əslində qalanda. Banı 3 bilirdin, orada belə bir dənə əlaqə var. Yəni, üçünün arasında əslində qalanda. Burada bir dənə kub götür. Bunun həcmi bərabərdir. Eyni hündürlükdəki bir dənə sferanı götürürük, belə. Bir dənə də bu mərkəz tərəfdən 2 dənə belə konus qoyuruq. Məsələn, bunu düzəldilmədim. Bu burada belədir, bu da burada belədir. Bilirdin bunu? Hündürlüklər hamısı eyni gəlir. Bunlarda bu nöqtələr arasındakı məsafə hamısı eynidir. Yəni, təpə nöqtələr arasında məsafə. Hı? Sən bilirdin mi? Bilmirəm. Necə? Taşdı müəllim, hə, demək olar ki, hə. Çünki orada belə bir dənə xətt gedir. İstərsəniz adamın beyninin küncündə hamısı işləyir bunlar. Biz buna baxanda burada tam xətt görürük. Tam xətt bunun hamısında var, burada xətt yoxdur. Burada bizdə azaldıqca bunda arta-arta gəlir. Bunda olmayanda da bunun ortasını görürük. Yəni belə bunun hamısını görürük. Orada onsuz da bunun sahəsini almaq asandır. Mənim ən belə xoşladığım sferanın belə deyək, həcm düsturu odur. Bunun da kubunu almaq asandır. V bərabərdir. Bu A kubudur. A-nın yerinə də onsuz da ixtiyari vəziyyətdə biz 2R yaza bilərik. Həmişə yaza bilərik bunu. 2R-in kubu eləyir bu. Burada da biz bir dənəsində, burada təbii ki R qalıb, çünki ortadan bura qədərdir. Burada eləyir bizdə 1/3. Bu R-dir. Bunun aşağısı da buna bərabərdir, R-dir. Yəni R vurulmuş R-in kvadratı pi-dir. Üstə gəlmiş bunun V-si olanda, V-si olanda, bir dəqiqə, V-si olanda. Buna nə əlaqələndirəcəm, mən onu fikirləşirəm hələ də. Bunun V-si olanda nəsə buna bərabər olmalıdır. Uzun sözün qısası, bunu V-ni yazmayaq. Uzun sözün qısası. Bu gəldi. O çox maraqlıdır, həqiqətən. Biz bunu nətər almışıq buradan? R-in kubu. Cəmaət bundan bunu alıb. Ciddi, yəni bax bu buna bərabərdir, həqiqətən. İnandırıcı gəlmir, amma həqiqətən bərabərdir. Sadəcə indi isbat eləmək qalır ki, o ortadakı şey nətər buna bir-birinə bərabər eləyib. Yəni V-ni biz belə çıxartsaq, qəribə bir surətdə bu alınır. R-in kubu var bizdə içəridə. İçəridə bir dənə 8 var. Çıxılmış 1/3 var. Bir dənə də pi var. Qəribə bir şeydir. Səhv eləmirəmsə, Pifaqor belə isbat eləyib. Yəni, mən elə bilirəm. Ola bilər səhv bilirəm, amma yəni, mən bildiyim qədərilə elə isbat eləyib Pifaqor onu ki, həqiqətən bunlar bərabərdir. Ya da belə götürüb ki, 2 dənə konusu götürdü, bir dənə sferanın içinə su ilə doldurdu və həcmin neyin olduğunu göstərdi orada. Mən elə bilirəm. Gəldik bura. Bizdən tələb olunan nədir? Bu sual idi bununki. Gözlə. Hündürlüyü olan budur. Məndə kitabda başqa sual görünür axı. 28. Çox qəribə bir şey var, ciddi deyirəm. Çox qəribə bir şey var. Məndəki kitabdakı sualla bu eyni deyil. Bu 50-ci səhifə yazıb, hətta fikir verin, sınaq 12-dir. Bu 50-ci səhifə yazıb. Məndə kitabdakı sualı buraya yazın. Deməli, deyir ki, A və B paralel düz xətlər üzərində, bunlar paraleldir A və B. Deyir ki, üzərində uyğun olaraq 5 və 7 nöqtə qeyd olunub. Yəni, bunun şəklində verir. Bizdə əlinizin altında kitab varsa başa düşəsiniz deyirəm. A2, bu da A3. Onsuz da 12-ni 12-də izah eləyəcəm deyə o qədər də üstünə düşməm. Bu dəqiqədə burada A5-dir. Bu da A-dır. Mənə deyir ki, ikinci paraleldə də burada da 7 dənə nöqtə var. Bu B1-dir.
Bu da B2-dir. Bu bizdə B3-dür. Bu bizdə B4-dür. Bu bizdə B5-dir. Bu da bizdə B6-dır. Əslində bu qədər yazmazdım da, yəni yazdıq deyək. Bu da B7-dir. B. Təsadüfi olaraq seçilmiş 3 nöqtənin üçbucağın təpələrinin olması ehtimalı hadisəsini hesablayın. Yəni 3 dənə nöqtə seçməliyəm və bu üçbucaq əmələ gətirməlidir. Maraqlıdır. Gəlin bunu hesablamağa çalışaq ki, ehtimalı hesablamalıyıq birinci. Ümumi belə götürməyə çalışaq da biz 3 dənə nöqtəni neçə vəziyyətdə seçə bilərik? Ya koordinat kimi baxaq, daha rahat olsun. Fikirləşin ki, nöqtəni koordinatını belə götürməyə çalışaq da. Birinci nöqtəni buradan götürmüşəm. İkincini deyək ki, buradan, üçüncünü buradan. Fərq eləmir, üçünü də buradan götürmüşəm. Yəni bunu x, y, z koordinatları götürə bilirəm də mən burada. İzah edə bilirəm, fikrimi nə demək istəyirəm. İndi mən bunu neçə fərqli vəziyyətdə götürə bilərəm? 3 dənəsini götürə bilirəm də. Bu dəqiqə 12 dənə bizim nəyimiz var, nöqtəmiz var. 12 nöqtənin hər hansı birini götürə bilərəm. Sonra, yəni eyni nöqtəni 2 dəfə götürə bilmərəm, axı 3 dənə nöqtə götürmüşəmsə. Fərqli bir nöqtə götürməliyəm, 11 dənədir. Sonra yenə fərqli bir nöqtə götürməliyəm, 10 dənədir. Burada kimsə problem var izahla bağlı. İndi məsələ buradadır. Əgər mən A1, A2, A3 götürmüşəmsə, A2, A1, A3 götürməklə bu eyni şeyli deyil. Cavab verə bilirik buna. İbrahim, eyni deyil bu. Bir dənə təşəkkürlər sualınız sizə zəhmət. Yəni mən sizə deyirəm ki, deyirsən ki, təsadüfi 3 nöqtə götürmək lazımdır ki, bizə soruşulan budur ki, təsadüfi 3 dənə nöqtə götürməliyəm mən. Və bunun üçbucaq əmələ gətirmə ehtimalını hesablamalıyam. İzah edə bilirəm. Mən bu dəqiqə ümumini hesablamağa çalışıram. Sizə deyirəm ki, təsadüfi 3 dənə nöqtə götürəndə, deyək ki, A1 nöqtəsini götürdüm, A2-ni götürdüm, A3-ü götürdüm. Yəni bunu götürməklə A2-ni, A1-i, A3-ü götürmək eyni şeydir. Yox. Niyə ki, onsuz üçbucaqda nə fərqi var ki, birinci bunu götürdüm, sonra bunu, sonra bunu, ya da birinci bunu, sonra bunu, sonra bunu. Eyni nöqtələr onsuz yəni. Ehtimalda fərq eləmir o. Ehtimalda sən baxmalısan ki, seçdiyin şey, pozisiya, məntiqi dəyişir, dəyişmir. İzah edə bilirəm nə demək istəyirəm? Bax, belə bir şey deyim sənə. Fikirləş ki, sən buna deyirsən A, B, S. Yaxşı. Sonra eyni üçbucağı çəkirsən. Birinci B-ni yazırsan, sonra A-nı, sonra S-ni. Fərq eləyir bunlar. Eləmir. Fərq eləmirsə, ya da ki, bunu fırlatmışsan, fərq eləmir. Yəni, bax, bu dəqiqə, bunu belə fırlanmış vəziyyətdə biz baxaq. Bir dəqiqə fırlada biləcəyimi bilməm. Eyni şeyə baxırıq da, yenə də razısan. Bax, burada da, bilməyəm başa sala bilirəm ya, yox. Demək istədiyim budur. Sual əslində asan deyə məntiqi. Yəni, bax, fikirləş ki, sən A1 nöqtəsini götürdün, sonra A2 nöqtəsini götürdün, sonra A3 nöqtəsini götürdün. Bunları hansını götürmüsənsə, üçünü hansı ayrıcılıqla birləşdirirsən, birləşdir. Yenə də eyni şey olmur. Olur. İzah edə bildim nə demək istəyirəm? Deməli, bunların arasındakı yer dəyişmə əslində qalanda eyni şey deməkdir. Fikri çatdıra bilərəm burada. Bəli. Deməli, 220 dənə mənim opsi yer dəyişməm var. Diqqətlə baxsaz, burada belə də baxa bilərsiniz ki, kombinizon 2-dən 3-ə, 12-dən 3-ə. Yəni 12 dənəsindən 3 dənəsi. Amma məncə belə daha rahat başa düşülür ki, niyə eləyirəm mən bunu? Sadəcə kombinizon yazmağını adam bilmir nə edir. Amma burada artıq bilirsən ki, 3 dənəsini götürürsən və bu 3 dənəsinin içində yer dəyişmə ya da belə götürə bilərsən. Fikirləş ki, koordinat sistemin var. Burada hansısa 3 dənə nöqtə götürmüsən. Sən bunların birinci hansını götürməyindən asılı olmayaraq, üçbucaq qurulacaqsa, yenə də eyni nöqtələ, eyni 3 nöqtədən üçbucaq qurursan da, deməli, bunun birinci hansını götürməyin bir fərqi yoxdur. Deməli, sənin order of, belə deyək ki, operationların eyni şeydir. Yəni, ardıcılıqların, əməliyyat ardıcılıqların eyni şeydir. Deməli, onları dəfələrlə saymışsan. Bu getdi. Bu bizim axtarılan, öz üstdən, ümumimizdir. Ümumi. İndi biz axtarılanı nə cür tapacağıq? Axtarılanda belə bir dənə situasiya var. Biz deyək ki, birincini buradan birini götürmüşük. İfadə edə bilirəm. 5 dənədən birini götürə bilərəm. Razıyıq buna. Mən bu 5 dənədən birini götürəndə, mən burada icra edə biləcəyim belə bir dənə şey var. Buradakı qalan 2 dənə yerə, buradakı 7 dənədən birini götürə bilərəm. Və əgər mən axtardığım yerdəsə, yəni bu təpədən başlamışamsa, mən məcburam buradakı növbətilərdən birini götürüm də, 6 dənədən birini. Və bayaqlar dedim, axı, yəni bəsən
A1, məsələn bunu götürmüşdü. A1 legit combination da bu. Düzdür Banuçi? Mən bunu belə götürsəm nəsə fərq eləyəcək? Amma mən buna baxıramsa bu üçbucağa. Ha birinci bunu götürdüm ya bunu götürdüm. Bunun bir fərqi var, yoxdur. Deməli məndə yer dəyişmə bu istiqamətdə təzədən təkrarı. Bu da bizdə 3 eləyir. 21-i də buna vuranda 105 eləyir burada. Bu istiqamətdəki, yəni bu birinci temanı tutduq. İndi bizdə ikinci vəziyyət budur ki, mən təpəni burada yox, yəni oturacağı burada hesabladım birinci olaraq. İndi oturacağım buradasa bizdə vəziyyət nədir? Onda mən burada 7 dənədən birini götürə bilirəm və bu 7 dənədən biri üçün qalan 2 dənə də, bu 5 dənədən birini, 4 dənədən birini, bu da 2 dənədən birini, 1 dənədən birini, bu yer dəyişməsi də özünün. Burada 2 qaldı, burada da 70 eləyir. Yəni mənim axtardığım vəziyyət 175 dənənin içindədir. Bu axtarılandır. Banuçi, sualın var qızım bununla bağlı? Нет. İbrahim, tam başa düşdün dostum yəni. Tamam 100%, 100%. Tam gittim be. Necə? Sınla gittim ama aynı şeye gelip çıkar. En Necə elədin sən? Как bu aynı şey kim oldu da bir virüsünü buradan götürdüm. Oradan da birincini mesela A1'den götürəndə 5 tane oldu, sonra 4 tane, sonra 3 tane, sonra 2 tane. İşte en çık 1/2 yazdım. Eynən. N çıx 1 bölü 2. O da kombinasiyaların belə deyək də stabil saxlayırsan da, elə ki burada oturacaq əgər buradadsa da, burada neçə dənə versiya çıxarda bilirsən. N çıx 1 bölü 2 qədər çıxartmaq olur burada. Yəni bu sayı buradadır. Və avtomatik olaraq versiyalarda burada hər bir n çıx 1 vurulmuş n bölünmüş 2 qədərin hər biri üçün də 5 dənə versiya çıxdığına görə avtomatik olaraq bizi 5-ə vurmalıyıq da. Bu da üçün də eynisi gedəcək orada. O da olar. Bu da qəşəng. Amma məncə mənim izahım daha yaxşıdır. Amma mən kombinezonu eləmişdim. Sizdən elə bir suala baxanda da, siz soruşanda sualı yazanda fikrim dağınıq idi. Ona görə demişəm nə gəldi. Sən belə eləmsən, onda kombinezon 5-dən 1-ə vur, kombinezon 7-dən 3-ə, kombinezon 7-dən 1-ə vur, kombinezon 5-dən 2-ə. Həmən, elə eynisi belə. Onlar toplamışam fiziyon. Mən kombinezon işlətmirəm deyə uşaqlar çox mənim yazdığım başa düşmür. Ona görə mən ağzıma saldım, kombinezon demədim. İzahımızda. Yox, aslında alt məntiq. Bu kombinezonun özünü yaradan, bax, bir dənə şey deyim, kombinezon işlətməyin problemi nədir, onu mən sizə deyim. Bax, sadə bir dənə sual verir, riyaziyyat. Sadə bir dənə sual göstərəcəm. Burada özün hiss eləyəsən ki, bütün müəllimlər kombinezondan qaçır. Mən sizə deyirəm ki, bu sözün içərisindəki hərflərin yerini dəyişməklə necə kombinasiya əldə etmək olar? Bunu kombinezon eləyəcəm mən. Eyni hərfləri Çünki kombinezonunu eləyə də bilməzsən. Bax, kombinezonda biz deyirik ki, A-dır, bu A üstə gəlmiş B-dir. Bərabər kombinezon A üstə gəlmiş B-dən B-dir. Yəni biz deyirik ki, yəni A və B uzunluqda bir yer var ki, bunun içərisində A və B-lərin yerini dəyişirik. Burada da eyni şey əmələ gəlir. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. Yəni deyirik 11 dənə yer dəyişmə var. Hansı ki R-in özü bizdə bir dəfə yer dəyişməyə girib. I-nin özü 2 dənə yer dəyişməyə girib. Y-nin özü 3 dənə yer dəyişməyə girib. Yəni kombinezonun problemi budur. 2 dənə elementə baxırıq, çox elementlərdə artıq görə bilmirlər bunu. Z-nın özü bir dənə yer dəyişməyə girir. Onsuz bir dənə olanları normalda yazmırıq. I-ni yazmışıq deyə yazmayacağıq. A-nı yazmışıq, T-nin özü bir dənədir. Ya da deyirlər ki, təkrarlı olanları yazın. Onsuz bunlar birdir deyə nisbəti təsir göstərmir. Bir dənə bu qalacaq. Fikri çatdıra bilirəm sizə burada. 100%. Mən heç vaxt kombinezon işlətməmişəm. Bax, yad iş olsun, nə olur olsun. Mənim yadıma düşmür ki, kombinezon işlədim. Çünki kombinezon işlədəndə belə bir dənə problem var. Bəzən olur ki, çox lokal bir vəziyyətdə sən demə orada kombinezon işləməməliymiş. Çünki kombinezon sadəcə deyir ki, bu yuxarıdakı şey sadəcə 2 elementdən ibarətdir eləyə bilərsən. Çox lokal bir vəziyyət imiş. Sən demə orada 2-dən sonra 1 element ya da 2 element var imiş. Məsələn 4 element var içəridə, seçə bilməmişik biz. Kombinezona girirsənsə sən, onda gərək parçalayasan ki, yəni məsəl üçün deyirəm, riyaziyyat sözü yoxdurmu? Bunun özünü 2 elementli parçalara bölüb, onların öz arasındakı yer dəyişmələrini təzədən qurasan. Onu eləmək daha çətindir. Həqiqətən daha çətindir o.
at sualı var. Məsələn, at sualında da mən heç kombinezona girmirəm. Amma yəni bu belədir. Məsələn, olimpiyada düşmüş bir dənə sual var. Bunu dərsdə çox göstərirəm mən onu. Dəqiq Unity-dən yazışmaya girim, orada olmalı idi. Deməli, sual belədir. İstəyirsən qrupa ataram baxarsan. Deyir ki, şahmat taxtasında at fiqurları var 8-in 8-ə. Hesablamaq lazımdır ki, neçə pozisiyaya qoyanda bunlar bir-birini hücum eləyə bilmir. Sual əsnasında istəyirsən evdə fikirləşərsən. Bir dəqiqə, mən burada niyə getdim? Onsuz da bu 12-nindir. Deməli, bizdə 28-ə gəlib çıxacaq. Burada deyir ki, daxilinə çəkilmiş kürənin həcmi 2, 8, 8 pi olan silindrin tam səthinin sahəsini tapın. Çox belə mənalı yazdım. İndi bu şəkli çəkməyə çalışaq. Daxilinə çəkilmiş kürənin həcmi silindr. Deməli, bir dənə silindr var bizdə. Silindr var. Bunun daxilinə mən kürə çəkmişəm. Nətərsə də çəkib qutara bilmişəm. Düzdür? Amma bayaqlar bir dənə T10 dedim də. Bunun yan səthinin sahəsi bunun tam səthinin sahəsinə bərabərdir. Deməli, əgər çəkə bilmişəmsə, bu hündürlük onsuz da mən 100% bilirəm ki, nədir? Dəqiq bilirəm bunu. Bu 2R çəkə bilmişəmsə və bu aşağıda qalan hissəm mənim R-dir. Bunu da bilirəm mən. Gözəl. Bir dəqiqə. Bizdə deyir ki, daxilinə çəkilmiş həcmi V kürə bərabərdir 288 pi-dir. O da deməli 4-də 3 pi R-in kubu. Düz yazdım bunu? Hə. Deməli, bu budur. Bizdən tələb olunan nədir? Bizə deyir ki, silindrin tam səthinin sahəsi. Silindrin tam səthinin sahəsində onsuz da R hesablamalıyıq ki, hesablayaq onu. R hesablayaq. 4-ə bölünən neçə eləyir bu? 72 mi eləyir? 72 vurulmuş 3 pilər gedir. Bərabərdir R-in kubudur. 3-ə bura atsaq bu 9 olacaq. Vurulmuş 3-ə bölən neçə eləyir bu? 2, 4. Çörək çıxmadı axı bundan. Bir dəfə də ataq. 8-in 27-yə çörək çıxdı. Deməli, bu olacaq 2 vurulmuş 3 bərabərdir R. O da bərabərdir 6. Çörək çıxartdı. İndi bunu tapdıq. Bunun yan səthi nə qədər idi? Yan səthi. Biz bilirdik ki, 4 pi R-in kvadratı idi. Onda pi vurulmuş 4 vurulmuş 36. O da bərabər olmalıdır 4 144 pi. Yəni bu yan səthi 144-dür. Tamam mı? Yan səthi 144. Mən bunu bir də hesablamadım da, kürənin xaricindən onsuz da bilirəm ki, o elə gəlməlidir. İndi bunun aşağısını mən hesablayanda, bunu 2-yə vurub hesablayacağım. 2 vurulmuş 2 bir dəfə yazdıq. Pi R-in kvadratı. O da 36 edir 72 pi. Onda bununla da bunun cəmi bizdə eləyəcək 6, 1, 2 pi. 216. Çox maraqlıdır. Vanı sən işlətmişdin ki, orada sferanın səthini gətirəsən silindra. Yatmıyorum. Onsuz da buradan da elə gələcək də. S-yanı yazsaydın nə yazacaqdın? 2 pi R H. H-ın da yerinə 2R yazacaqdın. R-in kvadratı. Məsələn, mən kürəni birbaşa versəydi heç hesablamazdım. Məsələn, həcmini vermək yerinə mənə üstünün sahəsini versəydi birbaşa girərdim suala. O da qəşəng olardı. O çox maraqlı bir şeydir o. Mənim şəxsi fikrim. Gəldik bura. İsbat sualıdır 30-cu uşaqlar. Bunu bilməm isbat edə biləcəm ya yox. Çünki həm də saatdakı xeyli keçib. Deyib isbat edin ki, bunu yazaq. İsbat edin ki, ox kəsiyi bərabər tərəfli üçbucaq olan, buradan yazan ox kəsiyi bərabər yazamadım. Tərəfli üçbucaq. Demiş iki tane şeyin neydi onun adı? Konusun üstüne şey yani. O bence səhvdir. Axırda da var pi r kvadratlı bir şey alınır. Məncə düzdür. Bence səhvdir.
Bir dənə fikirləşin. Yox, gözlə. Bir dəqiqə. Bir dənə silindr fikirləşək. Bu belə olsun. Ola bilər fiqurları qarışdırırım. Silindra gəlir. Gözlə. Mən çoxdandır belə şeyin üstünü işləməmişəm deyə ağlıma gətirmək biraz çətindir. Gözlə. Silindr qurmağa çalış. Все düz. Yoxlayaq. K-dir. R-dir. Yaxşı ki dedin. Deməli, burada bizdə nədir? Bu R-dir. Buradan bura bizdə R-dir. Onsuz da bir dəfəni 2 dəfə hesablayacaq da. Deməli, bu da R-dir. Bunun həcmi nə qədər eləyəcək bizdə? 2 bölünmüş 3 pi R-in kubu. Düz dedim? Üstə gəlmiş V bərabərdir. Bunun həcmi nə qədər eləyəcək? Deməli, aşağısını neçə eləyir bunu? P-nin kvadratı R. Kvadrat. Bir dəqiqə. Yazdım ya bunu. Allah başım işləmir. P-nin kvadratı olmuş 2. O neçə eləyir bizdə? 2 pi r kub. 2 pi r kub. Onda bunda şey nə yazaq? 6, 3. Düz gəldi. 2 dənə də konus kub eləyir. Yox, o pisən təbii. Bax, bu üstdən xətt çəkəndə, bunun özü burada var, burada heç nə yoxdur da. Elə fikirləş. İzah edə bilərəm nə demək istəyirəm. Səhv eləmirəmsə Pifaqor bunu belə izah eləyir. Və sonradan ona inanmayıblar dediyinə adam götürüb bununla eyni hündürlükdə olan, yəni bunun hündürlüyündə olan 2 dənə konus çıxardıb. İkisini suyla doldurub, ikisinə doldurub. O isbat edib ki, həqiqətən tutumları eynidir. Bax, bunu elə ki, buradan belə götür. Baba, buradan belə. Bu aşağı düşdükcə bu bir dənə azalanda elə bil ki, bunun da hər tərəfindən bir dənə artır. Elə bil ki, buradan hər tərəfdən bir dənə azalanda bu statik eyni qalır. Bax, izah edə bilərəm nə demək istəyirəm. Kinda bildim necə. Limitdə ikisini də hesablayanda limitdəki izahda görürsən ki, həqiqətən eynidir. Bayaqları şey deyildim. 4 saat sonra özümə fikirləşdim ki, həqiqətən məsələn necə ola bilər də? Deyəndən sonra fikirləşdim, görən necə ola bilər? Amma yəni dedim, isbat olunubsa yəqin ki, düzdür. O da ola bilər. Məsələn, sən deyəndən sonra fikirləşdim ki, beynimdə gəlsə oxşar fiqur, bunlara oxşar fiqur bir dənə burada silindr. Da başqa fiqur yoxdur axı bunu tamamlayacaq. İzah edə bilərəm fikrimi? O silindrdir. Başqa fiqur da qalmır orada. Çünki bunun özünün səthinin sayəsi silindrin səthinin sayəsindən tamamlanır. Proyeksiya budur. Bir dənə orada oturacaq hissələri biz tamamlaya bilmirik. Oturacaq hissələri də buradan götürürük. İzah edə bilərəm nə demək istəyirəm fikri. İçini elə doldururuq da elə bir ki. Çox maraqlı bir şeydir əslində. Buradan da bir göz çəkdim sanki, bir hiss eləmədiz amma yəni bacardım onu. Nvidia-nın logosunu mən yığmışam. Nəysə, konusun bir dəqiqə yadımdan çıxartmaya daxilinə. Sən mənə səhv çıxartmaq üçün getdin onu hesabladın hə? Video qutarandan sonra danışa bilərdik bunu. Gecə olacaq. Sənin bacında da o xasiyyət var. Dərsin ortasına deyir ki, filan şeyi səhv yazmışsın. Həcmini. Bu nə deyir? Həcminin konusun həcminə olan nisbəti. Bu məncə isbat deyil heç. Həcminə. Çox sadə bir şey oxşuyor. Olan nisbəti. 2 dənə düsturu yazacağıq da. Vəbrat edimdə o qədər isbat şey olmur. Prosta mən sən oxşarlığı deyirəm. Deyirəm ki, sizə bir dənə loqaritmdan sualın isbatı düşür. Məliyərsiniz də imtahanda. Allah and olsun, loqaritmadan mələdər də elə bir şeydir. İsbatı belə şeylə verirlər, belə formula ilə verirlər. Nəsə pluslayırlar falan deyirlər ki, axırda ki, eyni cavab alınır. Deməli, bizdən bunu istəyir. Deyir, isbat edin ki, ox kəsiyi bərabər tərəfli 3 bucaq olan konusunu daxilinə çəkmiş. Deməli, birinci bunu çəkməyə çalışım, hələ nəyə oxşuyur? Deməli, ox kəsiyi bərabər tərəfli 3 bucaq. Deməli, burada bu 2-yerdir. Bunu hələ ki, belə yazıq. 2-yerdir. Bunun daxilində bir dənə mən nə çəkmişəm, sən demə, kürə çəkmişəmmiş.
Hazır kürədə buralarda bir yerdədir. Nəsə fərz elə ki bir kürə var da, burada Allah vurmuş bir şey var. Ona buradan girişdə. Allah vurmuş bir dənə kürə var orada, fərz elə. İbrahim, bilirəm sənin də belə düşüncə tərzinə görə bu kürədən başqa hər şey oxşuyur, təhqir olunmuş bir şeydir. Amma yəni fərz elə ki odur, yaxşı qaqa. İndi deyir ki, bizdən nə istəyir? Burada bu mərkəz nöqtə varsa, bunu biz necə eləyəcəyik? Olsa bunun üçün çevrə çəkilsəydi, buradan bura qədər məsafə ilə buradan bura qədər məsafə haqqında biz nə bilirik? Bu 90 dərəcə olacaqdı. Burada bizdə 60 dərəcə qalacaqdı. Razıyıq. Onda burada bir 30 dərəcə qalacaqdı. 30 dərəcə qalacaqdısa da, bu aşağıdan onsuz da R olduğunu bilirdik. Burada avtomatik olaraq bizdə R köklü 3 eləməli idi, bu ümumi uzunluq. Buradan bura qədər olan məsafəni buradan yazıram. Burada qədər olan məsafə nə olmalı idi? Deməli, R kökdə 3 bölünmüş 3. Düzdür? 3də biri buradadır. Okay. Burayla bizim problemimiz yoxdur. Bizə lazım olan nədir? Deyir ki, üçbucaq konusun daxilinə çəkilmiş kürənin həcminin konusun həcminə olan nisbəti. Konusun həcmini V konusun həcmi tapa bilərik biz. V konus bərabər aşağıdakı 1 bölünmüş 3. Aşağıdakı nə edir bizdə? Pi, R-in kvadratı vurulmuş. Bu ümumi hündürlüyün mənim neçəyə bərabərdir? Bu ümumi hündürlüyümdə bunun 3 qatıdır da. R köklü 3'dür. Düz dedim? Tamam. R köklü 3'dür. Onda mənim aldığım bu olur ki, Allah vurmuşu alıram da mən. Ayaqüstü bomba kimi. Deməli, mən burada alıram ki, pi, R-in kubu vurulmuş 1 bölünmüş kökdə 3. Düz yazdım. Bombaşdır. Deməli, bunu yazdıq, qutardıq. Biz bunu yazandan sonra bu kürə, bir dəqiqə, kürə konus idi. Konusa koyacaq onda, kürəyə Q yazaq. Kürənin həcmi 4 bölünmüş 3, pi, R-in kubu. R də bizdə budur. R, buna da kökdə 3 yazaq. Bu da kubu. Nəsə elədim də. İndi burada bizdə alınacaq 3. Allah mənə kömək olsun. Vallahi hesablayıyorum mən, inanarsınız. 3 çıxır 9 kökdə 3. Onda bunu mən vuruğu qırağa çıxarda bilsəm, bunu belə eləyək. 9'da 4'ü qırağa çıxardacam. Bu yox, kul bir şey elədim. Pi, R-in kubu, ki bunu da belə yazım da. Pi, R-in kubu vurulmuş 1 bölünmüş kökdə 3. O da bərabərdir 4, 9 və cos. İspat olundu. Michel Pendi, Michael Pendi, nə bilim orada Mikhail Pendi, nədirsə də. Dədə babası hansı millətdəndir bilmirik. Tapdıq da. Müəllim, bir deyəcək loqaritma. Loqaritmadan nə isbatlayırdınız? Mən uzaq başı bilən bunu deyərəm. Mən loqaritma məsələsini 4-dən 5 isbat elə ki, məsələn 5-dən 6-dan böyüdü loqaritma. Bundan başqa nə deyirdiniz? İspat elə, bax görə eləyə bilirsən. Hansı böyüklükdə ispat? Nə bilim mən. İspat elə. Baxaram da elə belə. Ən yaxşı oxuyur dediyin uşağa verməliyəm. Özüm baxacağam, amma indi yox. Banu Çiçək, yaza bilərsən bunu? Düşünün. Bu sual çox ağır sualdır. Ciddi deyirəm, çox ağır sualdır bu. Asan bir şey deyil. Yazıb ataram əlim, bacarsam inşallah ki. İnşallah bacararsan. Mən demirəm, eləyə bilməzsiniz. Sadəcə olaraq deyirəm ki, fikirləşdiyiniz qədər asan bir şey deyil. Biz siz niyə? Bax, məsələn, öyrəşmişsiniz ki, 4 üstündə 3 götür, bir də 3 üstündə 4 götür. Hansı böyükdür? 100% bu böyükdür. Bu 81 eləyir, bu 64 eləyir. Amma ki, biraz aşağı salaq. 2 üstündə 3 böyükdür, yoxsa 3 üstündə 2? Bu 8 eləyir, bu 9 eləyir. Və ya qüvvəti böyük olan böyük idi. İndi qüvvəti kiçik olan böyükdür. Problem buradadır ki, Y limitində vəziyyət dəyişir. Və Y ilə pi təqribi olaraq eyni ədədlərdir. Biri 2-yə yaxındır, biri 3-ə yaxındır. Lap o məntiqlə belə baxsan. Yəni, bu elə bir limitdədir ki, sən konkret biri o birindən böyükdür, gözü bağlayıb deyə bilmirsən. O qədər qəlizdir bu. Fikir çatdıra bilirəmsə, İbrahim?
Fikirləş də Mən zaten bu sualın asan olduğunu qətiyyən necə deyim, cümləni qura bilmədim. Yəni asan olduğunu qətiyyən, çətin yəni qısaca. Məncə də yəni. Sən eləyərsən Vanıtçı, mən eləyərəm şəxsən. Yəni Amma baxacam, həqiqətən baxacam. Bunu sənə köməyi də dedim. 1/x funksiyasından gələcək. Yoxsa loqaritmdən əlaqə quracaqsan sən. Ki qüvvət funksiyaları. Orada limit dəyərində də 1-i görəcək loqaritmdə. Y ədədinin sayıca sağında mı, solunda mı daha böyük alırsan, onu çıxarsan hamısı alınacaq. Əslində cavabın hamısını demişəm sizə. Bir dənə Taylor'la gedir. Taylor'la da gedə bilərsən, amma bir dənə şey fikir ver. Bir üstündəki böyüklük üstündə bir. Balaca olan böyüklük istəyirsiniz. Y xəttinə qədər üstü balaca olanlar böyükdür. Sən burada Y xəttinin üstündə oynayırsan. Doğrudur da. Dediyim kimi eləyək də, yeni Taylor kimi eləyək. Açılışı nə olur? Yeni Taylor kimi açanda da elanda açacaqsan nasıl? Açanda axırı nəyə converge eləyir ki? Onu baxıb deyərsən. Müəllim, Videosunu çəkdim. Gələn dərs yadıma salarsan, bəlkə videonun içində bunu izləyərdim. Qabaq termlərlə getsək. Ya onu açdım və pininə tapacağız. Error bound'una kimi eləyək də, elə bil ki. Onun 22 bölünmüş bir dəqiqə, 22 bölünmüş 7 səhv eləməmsə, 22 ya da 23 bölünmüş 7 olmalıdır. Yox, 22 bölünmüş 7. Məsələn, pini deyək ki, 22 bölünmüş 7 ilə əvəzlədim. Atıram. Yox da, yerdə x-in aşağı 1 üstə gəlir. Yox, uzun gedəcək elə. müəllim, mənə yarım saat vaxt verirsiniz, baxışın sözü kəsdim. Mən yarım saata bunu yazaram. İnşallah mən səndən həlli gözləyirəm. Doğrudan ya, inanamayacağam. Onda mən çıxım, yarım saat ciddiyəm deyim, oturam üstündə, izolyasiya olmuş otaqda yazıram inşallah ki. İnşallah. Doğrudan mən vəri sevinir ki, sizin kimi uşaqlar var. Həqiqətən deyirəm. Çox uşağa bunu versən, rəngi ruhu qaçar. Bir də ki, motivasiyalarını ki eləyəcəm. Hələlik Allah amanım. Oldu mən. Bir şey soruşum. Siz nə ilə dediniz bu elə? L-lə eləyə bilərsən. Elinə gələcək həll. Hara fırlayırsan fırla. Çünki bu sualın hətta şeydə də həlli var. Mən sənə deyim. Lambertin bir funksiyası var. Ayda yenə o. Ondan gətirə bilərsən. O da ki, onsuz da bizdə necə? Bilmirəm nədir o. İçindən bilmirəm də nədir o. Nəysə də, o mən sizə ataram onda həll. Ya Lambertin bir funksiyasını eləyə bilərsən. O qəşəngdir. Ya da ki, loqaritmin özünə gətirə. Onsuz da 1/x-də bunun limit dəyəri o da gedir. Neynirsən elə o da apararsan limit dəyərini. İfadə edə bilirəm. Ya orada cavab çıxardasan. Ya da ki, fərqli bəlkə də izahlar var, ola bilər yəni. Mən bu dəqiqə ağlıma onlar gəlmir. Mən baxan kimi ağlıma o gəldi. Baxan kimi. Onu deyirəm da, belə bir sualı qoyarsan, lap sənə bunun böyük-kiçik tərəfini də verə. Deyir, ispat elə ki, filan ədəd filandan böyükdür. Eləyə bilərsən ki, valla deyirəm, uşaqlar qıdırlar, imtahandan çıxana qədər belə şey olar. Hələlik Allah'ım adı Vanıtçı. Sənə də sağ ol Müşfiq. Hələlik, sağ ol. Paka.